M Group Production təqdim edir. Hanımlar ve canablar, şovun aparıcısı Murat Dadaşov. Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənab. Bankov Azərbaycan Qaran Sığorta şirkəti bütün diqqəti, bütün müştərilərin diqqəti bugün maşındadır. Əlbəttə ona görə ki, iştirakçılar günü-gündən azalır, mübarizəyə hamı qatılıb və xüsusilə məncə ona görə ki, Afət xanım da buradadır, Arzu xanım da buradadır və hər gün daha maraqlı, bir-birindən maraqlı məlumatlarla çıxış edirlər. Xoş gedək, axşamınız xeyir olsun. Axşamınız xeyir, hamınız axşamınız xeyir olsun. Afət xanım, sizi biraz tanımadı bizim iştirakçılar, ola sizin yeni saçınıza görə. Çox yaraşır, xoş gedək, necəsiniz? Çox sağ olun Murat, siz yaxşı olasınız. Bütün iştirakçılarımıza yaxşı olmağı arzu edirəm. Bugün məncə siz özünüz artıq bilirsiniz, xüsusi bir gündür. Namiq müəllimin bugün qrupunun 9 illiyi tamam olur. Namiq Qafarovun M Brothers'ın bugün ad günüdür. İlk dəfə canlı yayımda, wow, xoş geldin uşaqlar. 9-cu sürətdə 9 yaş, sizcə? Və bankımızın adından Namiq qardaşa belə bir platinum kart hədiyyə etmək istərdik və ümumi olaraq bir nota kimi yəni söyləyək ki, Namiq qardaş, məhz bu kart sizə, kartın sahibi olaraq siz dərhal VIP statusunu alırsınız bizim bankda artıq və kartın üzərinə hədiyyə olaraq bankımız artıq müvafiq məbləği otuzdurur. Dərin təşəkkürlər, Namiq Qafarov. M Brothers'ın rəhbəri Namiq Qafarov artıq Bankov Azərbaycanın ən VIP müştərilər sırasındadır. Təbrik edirik və bu Visa Platinum kartı artıq sizindir. Təşəkkürümüzü bildiririk. Çox sağ olun, minnətlər Afət xanım. Bəli. Həmçinin onu da qeyd etmək istərdim ki, bizim müştərilərimiz bu və digər kartlara sahib olmaq istəyirlərsə, tələssinlər bizim bankda depozit yerləşdirməyə. Yalnız oktyabrın 1-nədək, yalnız bu ay hər bir depozit yerləşdirən şəxs 15%-dən 19%-dək bizim artıq, yəni zaten yüksək depozit faizlərimizin olmasına baxmayaraq 1%də bonus hədiyyə alacaq. Bütün bunlara 1%də bonus əlavə. Bankov Azərbaycandan, bütün Azərbaycan bankı olan Bankov Azərbaycandan minnətdarıq. Çox sağ olun və bir daha xatırladım ki, hər hansı bir məlumatı almaq istəyənlər 175 telefonunu artıq əzbər bilirlər. Təşəkkür edirik Bankov Azərbaycan baş sponsorumuz. Minnətdarıq. Qaran Sığorta şirkətinin hər dəfə dəyişilməz telefon ünvanı 184. Yox, səhv demədim ki, yox, 184. Murad müəllim, axşamınız xeyir, hər kəsin axşamı xeyir, siz heç vaxt səhv edə bilməzsiniz. 184 o zaman hamı artıq bilir. Sığortalananlar, sığortalanmayanlar. Bəli. Mən qeyd etmək istəyirəm, bugün günorta mən gəlmişdim iştirakçıların yanına, yəqin ki biraz sonra göstərərsiniz. Kiçik bir müsabiqə keçirdik. Müsabiqənin qalibinin adını açıqlamayacağım, tamaşaçılarımız özləri baxarlar. Amma onu qeyd etmək istəyirəm ki, qalib gələn şəxsə müsabiqədə biz hədiyyə elədik. Hədiyyə nədən ibarət idi? Bundan əvvəl söylədiyim Qarant ev sığorta məhsulundan faydalanmaq üçün şəhadətnamə təqdim elədik. Bu nə deməkdir? Bir il ərzində hədiyyənin sahibi evini yanğından və partlayışdan sığortalanmış olur 100.000 manatlıq məbləğdə. Yanğın və ya partlayışdan hər hansı bir olsa, Allah göstərməsə, amma 100.000 manatlıq artıq sığortalanıb. Və onu da qeyd etmək istəyirəm ki, bu məhsuldan faydalanmaq istəyən digər insanlar 184 nömrəsi zəng edib daha ətraflı məlumat əldə edə bilərlər. Bunun üçün sadəcə 150 manat ödəmək yetər. 150 manata 184'e zəng vurursunuz, 150 manatı öz evinizi sığortalayırsınız. Və salam 100.000'lik sığorta 150 manat müqabilində. Yalnız və yalnız bizim baş sponsorlarımız olan Bankov Azərbaycandan və Qaran Sığortadan ən əlverişli, ən mükəmməl təklifə təşəkkür edirik. Çox sağ olun və bu alqışlar bir daha baş sponsorlarımızın ünvanınadır. Bilmirəm indi gücünüz qaldı yoxsa yox, amma iştirakçıları sizə təqdim edim.
Onları da alqışlayın. Ramal İsrafilov. 2 yazıb göndərənlər Ramal İsrafilova dəstək olun. Bu çox vacibdir. Nabi Qafarovu təbrik edənlər 5 yazıb göndərsinlər. Səidə Sultanın yeni saç düzümü bəyənənlər 6 yazıb göndərin. Müşfiq Şahverdiyevə səs vermək istəyənlər 7 yazıb göndərin. Fərid bəy Kərimovun addımlarını dəstəkləyənlər 10 yazıb göndərin. Əlikrəm Bayramovun bu gözəl Gümrah iştirakını burada təmin etmək üçün 11 yazıb göndərin. Əlikrəm Bayramov. Sevda Yahyayeva 12 buradadır. Çox gözəl görsən Sevda xanım bugün. Ağa Mirzə Məmmədov 14. Günel Məhərrəmova bizim xanım iştirakçımız 15. Kızlar çok güzeldi. Nurlan Növrəsi 17. Ali Quliyev 18. Bəh. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 iştirakçı bugün səs vermişdi. Səs vermənin nəticələri. Diqqət. Növbəti həyəcan gecəsi. Əlikram Bayramov. Fərid bəy Kərimov. Əlikram Bayramov. Müşfiq Şahverdiyev. Əlikram Bayramov. Ramal İsrafilov. Əlikram Bayramov. Kesin Embrazın uşaqları yaşlaşanda biraz ne? Yani illər keçində artıq Nami Qafarov oxşayacaqlar. Ha? Nəsə oxşarlığı var. Nami Qafarov. Əlikram Bayramov. Əlikram Bayramov. Əlikram Bayramov. Hələ şoumuzda elə bir vəziyyət yaranmamışdı ki, eyni şəxs 2 dəfə çıxsın. Fərid bəy Kərimov deyəsən, kiminsə biraz balaca niyyəti vardı ki, təzədən çəksin bura sınağa, amma alınmadı. Əlikram Bayramov, o zaman yaxınlaşın. Əlikram Bayramov. Birincisi xoş gördük. İkincisi, mən bütün Azərbaycan tamaşaçıları qarşısında onu qeyd etmək istəyirəm ki, mən çox şadam ki, sizinlə yaxından tanış oldum. Çox şadam. Ona görə ki, hər zaman optimist, hər zaman nurlu bir insanla tanış oldum, yaxından. Televiziyada tamaşaçıların çox maraqlı bir təəssüratı var ki, televiziyada çıxış edən hər kəs bir-birini tanışdı, dostdur. Amma çox az adam bilir ki, çox təsadüfi hallardır ki, biz görüşür eləyirik. Amma eyni zamanda çox şadam. Bir. İkincisi, bir sual vermək istəyirəm. Neçə ildir səhnədəsiz? Neçə ildir incə sənətlə məşğulsuz? 89-cu ildən avqust ayının 17-sindən düz 2009-cu ilə kimi sənət fəaliyyətim var, davam elətdirirəm. Bütün bu müddət ərzində biz neyinirdik ki, bütün bunları bilmirdik. Çox heyif. Amma eyni zamanda 1-2 mahnı var ki, artıq o yazıldı.
bütün bizim ictimai tariximizə hər halda, musiqi ictimai tariximizə yazıldı. Əkrəm Bayramov, bir dəqiqə vaxt məncə kifayətdir ki, ən təsirli sözlər deyəsiniz. Təcrübəli insansınız. Hərdən bir sözlə də kifayət eləyir o hissləri çatdırmaq. Buyurun. Əvvəla Murad bəy, mən çox şadam ki, sizin bu gözəl kürsüzdə mənə də qismət oldu iştirak etmək. Çox sağ olun. Əziz və hörmətli tamaşaçılar, reality show'un 9-cu surətini izləyən möhtərəm atalar, analar, bacılar, qardaşlar, düz 20 il ərzində heç bir zaman, heç vaxt sizdən səs istəməmişəm. Və heç bir şovda bu olmayıb. Yəni bu ilk dəfədir. Mən sizlər özümü tutub demək istəyirəm ki, mən sizdən sevgi gözləyirəm. O sevgini ki, zaman-zaman sizlər mənə vermişsiniz. Və bu axşamda bircə xahişim var sizdən. Mən bu reality showda davam elətdirmək istəyirəm oyunumu və inanın mənə, bu 11 nəfərin qapısını çıxardacağım. Çünki futbol komandasıdır artıq. Hamınıza can sağlıq arzulayıram. Öpürəm, bağrıma basıram. Öncədən söyləyirəm ki, göndərdiyiniz SMS-ləri mənə halal eləyəsiniz. Çox sağ olun. Bu qədər. Teşekkür ederim Əkrəm. Qaydın. Siz hələ ki buradasınız, heç yerə getmirsiniz. Əkrəm Bayramov. Bu şounu biz düşünəndə, bu şounun ideya müəllifləri təkcə mən deyiləm. Mənimlə bərabər M Group Production'ın fəal əməkdaşlarıdır. Hansı ki, indi də çalışırlar və indi də izləyirlər. İndi də bu şounun, necə deyirlər, təşkilatçılığını təmin edirlər. Və biz bu şounu düşünəndə belə bir seçim nəticəsində iştirakçının bura çıxmağını düşünəndə düşünürdük ki, fikirləşirdik ki, bura çıxan hər kəs həyəcanlanacaq, kədərlənəcək ki, çox təəssüf ki, mən bura çıxmışam filan mekan. Sən demə, bugün qaydalar bizə qarşı qayıtdı. Bura çıxan şəxs, məsəl üçün, 9-cu sürətdir və artıq şounun, 9-cu şounun ortasında iştirakçı çıxır deyir ki, mən çox sevinirəm ki, mən bugün buradayım. Mən çox sevinirəm deyir, mən buradayım. Bu paradoks bir vəziyyətdir. Sən demə, bugün şou, maşın reality show öz təşkilatçılarını, öz ideya müəlliflərini qabaqlayır artıq. Veriliş bizə qayıdır. Əkrəm Bayramovun iştirakı bugün təmin olunacaqsa, Əkrəm Bayramov qalıb istənilən iştirakçını şoudan kənarlaşdıracaq. Özü dediyi kimi komandanın qapıçısını, yəni komanda qapıçısız qalacaq. Mən düşünürəm ki, hər halda məntiqə uyğun olardı ki, bir başqa oyunculardan birini çıxardaydınız. Bəlkə komandanın kapitanı özünüz deyilsizsə, komandanın kapitanı çıxardaydınız ki, özünüz qalardınız orada. Amma deyirsiniz ki, yox, qapıçını çıxardacağım. Bilmirəm, müdafiəçilər, yarım müdafiəçilər və forvardlarla birlikdə siz oyunu davam edə biləcəksiniz yoxsa yox. Amma SMS-lər göz qarşısındadır. Xanımlar və cənablar, hörmətli tamaşaçılar, beləliklə 8401, 8810 və 8650 bu nömrələr boş SMS qəbul etsə, müvafiq olaraq 1, 10 və 50 səslə Əkrəm Bayramovun burada iştirakını Ağdağın gips əsaslı məhsulları kimi möhkəm edəcək Əkrəm Bayramov burada qalmaqdır. Yox. İşte siz 9401, 9810 və ya 9650-yə göndərsə o köhnə qara suvaq kimi ekoloji cəhətdən çox zəif, pis Əkrəm Bayramov burada kənarlaşdıracaqsınız. Xüsusilə bax o məsələ ilə bağlı danışırıqsa mütləq qeyd etməliyəm və Ağdağa öz dərin təşəkkürümü bildirirəm ki, Ağdağ var. Sponsorlarımızdan biri olan Ağdağ gips əsaslı məhsullardır bizim şoumuzun. Artıq bildiyiniz kimi Ağdağın çeşidlərinə əsasən Ağdağ suvağı və Ağdağ astar və üzlük divar şpaklovkaları aiddir. Ağdağın digər üstünlüyü odur ki, ev və ya bina Ağdağla suvalandıqda binanın çəkisi yüngülləşir və təhlükəsizliyi artır. Ağdağla yeni kampaniya. Maşın şou ərzində direkt Ağdağ suvağı sifariş verən hər bir kəs bu məhsulu mətanətə şirkət tərəfindən 10% indirimlə əldə edəcək. Üstəlik çatdırılma da pulsuzdur. Xanımlar və canablar, Ağdağın əməkdaşları bir şuarla çıxış edirlər. Evimiz Ağdağla suvalanacaq, hamı sağlam qalacaq.
Sifariş telefonu 342 99 33 342 99 33. Zəng vurun və siz də Ağdağın məhsullarından faydalanın. Bu saniyə olan nəticələr belədir, xanımlar və canlılar. Əlikrəm Bayramovun şouda aqibəti bu dəqiqə həll olunsaydı belə olardı. 14%'la Əlikrəm Bayramov gedəcəkdi. 14,13%'la Əlikrəm Bayramov gedəcəkdi. 85,87%'la qalmayacaqdı. Onu daha rahat tamaşaçılar yola salacaqdılar. Maşındayıq, 9'dayıq, Qızıl Həyəcandayıq. 11 iştirakçımızla birlikdə biri sual altında. Əlikrəm Bayramovdur sual altında olan iştirakçı. Qalacaq və ya gedəcək. Bilmirəm. Əlikrəm Bayramovun 7 şəkli çıxdı, yox? İndi yenə deyəcəksiniz ki, təsadüfdür, hə? Əlikrəm, təsadüfdür, yoxsa yox? Onlar da təsadüf. Ha? Təsadüfdür. Bir adam var ki, sən mi cavab verəcək? Nə ki var? Təsadüfdür, yoxsa ağamızda? Siz necə fikirləşirsiniz? Mən fikirləşirəm, yox, təsadüf deyil. Vəssalam. Xanım hocamlar, iştirakçılarımız şou ərzində müxtəlif hadisələr yaşayırlar, müxtəlif anlar yaşayırlar. Onların ardıcıl olaraq biz çalışırıq burada göstərək, çalışırıq sizə çatdıraq. Çox təəssüf ki, hamısını çatdıra bilmirik. Yəni, halda neçə saat ərzində dayanırlar, gözləyirlər və burada müxtəlif qonaqlar gəlirlər. Bax, bir süjeti də çatdırır, bizim iştirakçılar bugün xəbərlər verişini izləyirdilər. Axırda belə çox ciddi oldu. Özləri yaratdılar bu xəbər verişini və sonrası da... Gəlin baxaq da, nə danışıram? Gəlin baxaq. Bam 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 MB News təqdim edir. Bam 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 hərflər fırlanır. Bam 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 5 saniyə qalır. Bam 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 bam. Axşamınız xeyir olsun. Günün xəbərləri efirdədir. Əziz tamaşaçılarımız, dünən Maşın Şouda baş verən həyəcanlı anlarla hamınızı xəbərdar edəcəm. Bu haqda dəqiq məlumat vermək üçün növbəti müxbirimiz Timurcuq Ağdağlı. Və dünənki hadisə ilə sizi tanış eləmək istəyirəm. Bizim üçün də çox maraqlıdır. Niyə? Bəlkə də Rüfət hansısa bir qruplaşmanın qurbanı oldu. Bilmək olmaz. Bəlkə də qrup rəhbərin tərəfindən qurulmuş bir tələydi. Fərid, o nə hərəkət idi? Yekə oğlanca tanırsan deyil. Rüfət hamısının dostu idi və bir gözəl iştirakçı kimi özünü burada həm fərqləndi də, həm özünü göstərdi, təqdim elədi. Sadəcə olaraq mən demək istəyirəm ki, Səidə, siz hamınız mənim canım cigərimizsiniz. Başa düşürəm, amma sən o sözü dünən deyərdin, uşağı niyə elə çıxardırdın oyundan? Bircə dəqiqə. Mən demək istəyirəm ki, prosta sadəcə olaraq gəlin bir-birimizi təhqir eləmək, bu sadəcə olaraq oyundur. Heç kəs bir-birini təhqir elmir, təhqirə birinci sən başlamısan. Dinamik mənim deyir ki, təhqirə sən başlamısan. Bir dəqiqə, üzr istəyirəm. Rüfətə deyirsən ki, sən söz vermişsin ki, qızım oldu, deməli sən Rüfətə daşı yalançı adı da qoydun. Buyur, Səidə, buyur. Sən Rüfətə dönə təhqir eləmişsən, neyi var? Bir dəqiqə, üzr istəyirəm. Xanım qalım, bir dəqiqə, buyurun. Ay kişi. Bir sözdən yaxşı iş görməmişsən sən. Ay kişi, sən əgər doğrudan da yaxşı oyun apardınsa, Rüfəti oyundan uzaqlaşdırırdınsa, bir kəlmə ilə çıxanda bura, deyərdin ki, ay Rüfət, sən təzə balan olub, mən istəmirəm ki, sən burada qalasan. Ondan sonra ged evə uşağınla qovuş. Bax, onda sən hörmət də qazan. Sən burada set elədin, ağladın, cəmaat sənə səs göndərdi, səni dəstəklədi. Hətta ağladı o. Amma sən Rüfəti pis çıxartdın axı. Sən Rüfətin dostu var, tanışı var. Bu boyda cəmaat onu istəyir. Deyəcəklər ki, bu nə demək? Bu hörmətsizlik. Onda belə çıxır ki, mənə çıxartmalıydı da. Mən də qorxurdum. mən indi xahiş üzr istədim, mən Namik O ya принял, да, я просто обещаю. Ты сказала в эфире. Сейчас еще скажешь сегодня, что хотите? Убирайте для меня. Убирай для меня, проблем нет. Я не убирайте. Пусть коллектив меня уберет. Если я сам тебя уберу, что я хочу отомстить. А я не хочу отомстить.
Üzerinde istəyəcək. Они неправильно поступают просто. O da bizimdir, bu da Nepravильно bizimdir. Əgər oyunda поступают. yoxsa Они hamı şişirtmək doğmadır. istəyirlər, bütün şeyləri şişirdirlər. Hə, mən düz eləmədim, hə, yaxşı. Düz demədim ki, ona yırtıcı, bilmərəm, mırtıcı. Düz demədim, hə, yaxşı. Не злите, да, пожалуйста. Только меня не злите, да. İşte bu tip patron. Ha, üstünü terim nə edəcəksən? Gəl məni vurub öldürəcəksən hə bizi burada. Hə? Üstünü terim nə edəcəksən? Namik Nə mənim. xox gəlsən tamam. Gəlmə, Namik mənim. Namık Bey, sizden danışmır. Yani özüne göre, sıhhatine göre değil. Uzadacaq bir yerə bunu ye. Elə də minnət də qoyur adama ye. Əvvəlinci başlamışdı, sonuncu qutardı. Fərid bəy, Mən bir söz deyim. nəyə görə üzr istəyirdin sən? Ha? Mən niyə görə indi açıqlayacağım da. Dünən mən Rüfətlə görüşdük mehmanxanada sadəcə olaraq. Olimpik oteldə. Olimpik otel. Novxanı. Təşəkkürlər, super yer, super məkan. Bəli, 3-cü mərtəbənin foyesində biz görüşmüşdük və o çox gözəl söz söyləyib. Dedi ki, mən oyunda Fərid bəy sənin ünvanına təhqir yollanmamışdım. Mən deyirəm ki, bu təhqir deyil, Rüfət. Sadəcə olaraq bəlkə mən düzgün deməmişəm. İfadə eləyə bilmədi. Eləyə bilmədim. Mən səndən üzr istəyəcəyəm bugünkü verilişdə ki, deməli mən onun ünvanına layiqli söz demədim. Mən doğrudan da çox heyfsilənirəm bu sözlərə görə. Əlbəttə, biz də hamımız başa düşdük. Sən bir şeyi nəzərdə tutmuşdun, amma ifadə eləyəndə bir başqa cür. Gözəl söz orada buyurub, deyib ki, mən sənə heç bir söz demədim. Mən nabarot səni orada həmişə tərifləyirdim o verilişdə. Sən isə mənə qarşı belənçinə söz demişdin. Zəhmət olmasa, əgər mümkündürsə, mədəni formada xahiş elədi ki, əgər mümkündürsə, sabahları hamısının yanında canlı efir vasitəsilə üzr istəyirəm məndən. Xahiş elədi, bəli. Потому что mən doğrudan da onun ünvanına... Hər halda Rüfətin ünvanına deyilən söz ola bilsin ki, yenə də deyirəm. Ola bilsin, yenə deyirəm. Mən amma açıq etiraf eləyək ki, gəlin başa düşək ki, əlbəttə heç kimi təhqir eləmək istəməzdi burada. Rüfət, Axundov, Maşın Şovdur falan feşmək aydındır, amma çox gözəl dostumuzdur və əlbəttə heç kim pis mənada o ola bilsin. Yəni burada söylənən sözlər müəyyən bir grotesk şəklinə çevrilib. Amma Namik Qafarovun bu gözəl ad günündə ən böyük qəzabına səbəb nə idi? Qəzəbinə səbəb nə idi? Əvvəla çox sağ olun Murad. Əvvəla mən bütün hamını təbrik edirəm, minnətdarlığımı bildirirəm. Hədiyyələrə görə də hamını minnətdarlıq bildirirəm. Bütün sponsorlara. Hədiyyələr var elə. Hələ hədiyyələr var. Hamısına minnətdarlığımı bildirirəm. Və bir söz işlətdiniz M Group Production işçiləri. Mən istəyərdim ki, bir M Group Production işçilərinə bir alqışlar eşidək. Çox sağ olun, çox sağ olun. Uşaqlar da hamısı minnətdardırlar sizə bu sözlərə. Doğrudan gözəl kollektivdir. Onlar doğrudan bizim nazımızla çox oynayırlar. Həm də bir dənə də qeyd edim ki, bu gün M Group Production'ın Toğrulunda ad günüdür. Əlbəttə də. Əlbəttə Toğrulu ürəkdən təbrik edir. Bu ayrıca bir mövzu amma hər halda bugün bizim Toğrulun layihənin icraçı prodüseri Toğrul Məmmədovun 30 yaşı tamam olur. Ürəkdən təbrik edirik Toğrulu. Onun ailəsinə can sağlığı arzulayırıq, uğurlar arzulayırıq. Bayrama bayram qatırıq maşallah. Qaldı ki, Rüfətə mən başdan deyim. Bunlar Maşın Şoya gələndən Rüfət yenə də mənim dostumdur. Yəni Rüfət bütün günü mənim yanımdaydı. Rüfət mənə qayıtdı ki, Nami, bu yaman mənə tərs-tərs baxır. Niyə? Mənə yaman qaralayıb bu. Sonra mən Fəridlə söhbət elədim, mən Fəridə başa saldım ki, Fərid, sən Rüfəti tanımırsan, o elə oğlan deyil. O sənə qarşı heç nə fikirləşmir. Bu mənim nədənsə ürəyinə salmışdı bu şübhə ilə. Mən axırıncı dərəcədə belə elədim. Biz həyətdə düşdük, otelin həyətində. Rüfətlə mən bunu üzbəyözə qoydum. Mən də bunların yanında bir yerdə söhbət edilər. Açıq dosyanı bu, ona öz izah elədi sözüm. Bu ona əllərini sıxdılar bir-birinə, öpüşdülər, görüşdülər, barışdılar. Başa düşdülər ki, bu balaca anlaşılmamazlıq olub. Yəqin nəsə də indi düz başa düşmürlər bir-birlərini baxışlarla. Hətta elə oldu ki, sonra otel otaqlar boşalanda keçirib birimiz. Yəni hətta Fəridlə Rüfət gəldi bir otağa düşdü. Mən sevindim ki, bunlar bir otaqdalar, qəşəng mehriban deyirlər, gülürlər, danışırlar. Rüfət də mənim otağıma gəlirdi. Fərid də hərdən bir əlaqə saxlayırdı bizimlə. Hər şey yaxşıdır. Fərid mənə hətta xahiş edəndə ki, mənim şəkimi at. Mən hiss eləmişdim ki, o eləyəcək. Mən qayıtdım ki, Fərid, heç olmasa mənim ad günümdür də, ad günümdə əl vurma Fəridə. Rüfətə. O yenə əl vurdu.
Həm də ki, əsas bir hissədir. Murad müəllim, o mən Rüfəti çıxardı və mən hörmətlə yanaşıram onun seçiminə. Əcəb eləyib çıxardı. Bir söz demə. Bir kəlmə deyədin ki, Rüfət, sən güclü rəqibsən, fiziki cəhətdən güclüsən. Yaxşı, o sözlər falanlar aydındır. Yəni emosiyalarda ola bilsin. Biz artıq izah elədik onu, keçdi üstünə, aydındır. Üzr istəyən üzr istədi, başa düşən başa düşdü və salam, qutardı. Aydındır. Hər halda etiraz eləmişdir. Rüfətin çıxmağına heç kim etiraz eləmir burada. Yox. Öz seçimi də elədi. Öz seçimini aydındır. Ekrem Bayramov ona görə çıxıb ki, bu gün Fəridi çıxartsın, yoxsa nə? Necə fikirləşirsiniz? Nə düşünürsünüz? Ekrem müəllim, hədəf varmı? Soruşlarına gör, nə deyir o? Nə deyir? Bilmem, deyir, bəli. Ekrem müəllim çox gözəl ağsaqqalımızdır. Və həmişə məni görəndə deyirdi ki, mənim şəklimi atma yenə, başa düşdün, dənləyəcəm səni, dənləyəcəm, belən şeylə. Bu da bizim ağsaqqalımız, bu bir. İkincisi də, doğrudan da mən həm Namiq müəllimə hörmətlə yanaşıram, həm Ekrem müəllimə. Onlar doğrudandır, ağsaqqaldılar burada. Mən də mədəni, ziyalı bir ailədə böyümüşdüm və bilirəm böyük-kiçikin sərhədini. İndi Namiq müəllim, bilmərəm, həyəcanlı idi, mənim ünvanıma quşbaz bilmirəm deyib bu günləri. Sonra dedi ki, Allah sənə ağıl versin. Bilmirəm, bu şouda eləmə olar. Mən heç nə eləmədim, heç nə demədim. Ona görə ki, o böyükdür, o deməli belə lazımdır. Amma mən doğrudan dünənləri Rüfət mənə yaxınlaşdı. Xahiş elədi Rüfətin xahişi ilə və Rüfət düz demişdi. Dedi ki, mən sənin ünvanına heç nə söyləməmişdim, pis sözlər. Mən də dedim ki, pis söz deyil, beləcində kitab var. O dedi ki, lazım deyil, cəmaat başa düşməyəcək, düzgün başa düşməyəcək. Aydındır, o məsələni geçdi. Siz üzr istədiniz, Rüfət onu qəbul elədi. Canlı efirdə də onu dediniz, aydındır. Mən bugünkü məsələ ilə bağlı. Ekrem Bayramov, Fərid bəy, səni çıxartmaq üçün gəlib bura. Sadəcə olaraq Namiq müəllimin, mən belə başa düşdüm ki, bayramının bu günləri mən qaralamışam və onun ən yaxşı dostu bugünkü bayramda yoxdur onunla. Və belə siz çox ağıllı insansınız Murad müəllim. Siz çox gözəl strategiyavız var, çox gözəl veriliş yaparsınız. Siz özünüz də çox gözəl başa düşürsünüz ki, Ekrem müəllim bu günlərə çıxıb və istəyir səs toplamaq və çıxartmaq. Elədir mi Ekrem müəllim? Onda bu komandanın qapıçısı buymuş. Tez seçdi özü. Qardaş, sənə bir dənə söz deyim. Kişi kimi gelib qıraqda danışaraq, bura kişi söhbət deyil. İkinci sənə bir dənə söz deyim. Mən açığıma açıqlamamış, sən nə tez bilsən ki, sənsən. Bax, hardan bilsən bu sənsən. Mən çox maraqlıdır. Hardan bilsən bu sənsən. Sadəcə olar Ekrem müəllim. Nədən? İzah elə niyə? Buyur. Mənə deyiblər ki, Müşük, sən mənə deyinə də qurban sənə. Sən mənim şəklimi atmışdın, yoxsa yox? Mənim deyəndə üzr istəyirəm, Ekrem müəllimin. Buyur. Kişi kimi. Dünənləri belə bir sual verdiniz Murad müəllim. Bir dəqiqə diqqət, xahiş edirəm, bir dəqiqə diqqət. Fərid bəy, yəni yenə deyirəm, dostluğumuz, qardaşlığımız, hər şey öz yerində, mən onun xatırını çox istəyirəm. Dedi ki, mən hansısa bir qruplaşmanın üzvünə yaxınlaşdım. O mənə bir məsləhət gördü. Qoyma onu açıqlamaya yetirim. Buyur. Həmin o qruplaşmanın, dostlaşmanın, o mənəm. Mənə yaxınlaşdı. Fərid bəy... Dünən sən Fəridlə yaxınlaşan sən idin? Bəli, mənə yaxınlaşıb. Mənlə söhbət olub. Fərid bəy deyib ki, İsrail gün mənə demişdi ki, mənim yəni mənə yaxın bir bölgədə deyir. Mənim şəklimi atmaq lazımdır. Mən burada bir atmağı təmin elə. Təmin elə. Mən burada bir nəfər var, mən onu çıxartmaq istəyirəm. Əvəzinə nə söz verdi? Əvəzinə heç bir söz vermədi. Yəni mən adamın adını da açıqlaya bilərəm. Kimi? Kimi? O Rüfət Axundov deməmişdi. Kimi demişdi? O Ramal bəy demişdi. Sadəcə mən Ramalla burada tanış olmuşam, amma Fəridi mən 2003-cü ildən bir proyektə başlamışıq işə. O vaxtdan tanıyıram və mən əlbəttə ki, ona kömək eləmək mənim üçün vacibdir. Yəni o açıqlamışdı mı, demişdi mi ki, Ramalı çıxardacağam? Bəli, Fərid bəy dedi. Və siz bunu qəbul edib dediniz ki, okey, narahat olma, biz sənin şəkli təmin edin. Əlbəttə, mənə dedi ki, mən özümə... Fərid bəy daha yaxındır sənə Ekrem oğlum. Mən də ona görə eləmişəm. Dedi ki, mən rəqib görəm özümə, mən istəyirəm ki, ora səs toplayayım, çıxım, Ramalı uzaqlaşdırım.
mənim şəklimi imkan varsa mənim şəklimi atın ora. Amma biz həm vaxtı atmadıq. Mən atmamışam. Fərid bəyin şəklini. Mən atmamışdım. Yox, düzdür, mənim atmamışdım. Sən bu günləri Əlikram Bayramovun şəklini atmışdın, yoxsa yox? Özü bilər, özü bilər. Hayır. Yox, Fərid, bir dəqiqə, Fərid bəy, bir dəqiqə diqqət xahiş edirəm. Hər bir iştirakçının haqqı var ki, atdığı şəkli açıqlamasın. Mən açıqlayıram. Lazımdır, sən özü şəxsi ixtiyarındır, sən açıqlaya bilərsən. Digər açıqlamır. Digər istəmir açıqlamaq. İstəyirsiniz müşfiq açıqlamaq? Yox, vəssalam, bitti. Əli Quliyev, buyurun. Bayaqdan deyir ki, Fərid bəy, kişi sözü, nəsə, mən istəməzdim efir qarşısında bunu danışım. Kişi sözünə qalanda dünənləri kişi sözü eləmədi o. Nə söz vermişdi? O söz verdiyinin üstündə durmadı. Nə söz vermişdi? O söz vermişdi ki, Ramalı çıxardacaq, onu çıxartmadı. Ben niyə? Siz elə ona görə səs vermişdiniz də ona, yox. Ona görə şəklini atmışdınız da onda Fərid bəyin. Bir dəqiqə, o söz vermişdi sizə ki, mən Ramalın şəklini atacağım. Bəs kimə söz vermişdi? O özünə Niyə görə sən o sözləri getdin digərlərinə çatdırdın? Əli Quliyev, əminəm ki, Əlikram Bayramov, əminəm ki, Namiq Qafarov dünən Fərid bəyin şəklini ona görə atdılar ki, yoxsa yox, siz Fərid bəyin şəklini atmamışdınız. Yox. Atmadınız. Yəni siz Fərid bəyi onda ittiham edirsiniz ki, o sizə qarşı sözünü Demirəm. Amma dünən Mən istəmirəm, mənim dostumu çıxardı bu. Ən yaxın qardaşdan əziz olan dostumu çıxardım. Və düzgün oynayan bir insan çıxardım. Əli Quliyev, belə deyirsə diqqətlə sualımı dinləyin. Şəxsən sizə söz vermişdimi ki, Rüfət Quliyevi çıxardacaq? Xeyr. Kimə söz vermişdi onda? Nəyi? Rüfət Quliyevi çıxartmağına. Rüfət, üzr istəyirəm. Ramalı... Rüfəti çıxartmayacağım. Yox. Söz vermişdi ki, Ramalı çıxardacağım. Bir dəqiqə, söz vermişdi mi sizə? Mənə yox. Sizə söz vermişdi? Aydındır. Sizə söz vermişdi? Eləmərəm onu. Çalışaram dedim, xahiş edirəm eləmərəm. Müşfiq sənin söz vermişdi ki, Ramalı sizi çıxardacağım. Murad bəy, mənə bir kəlmə demişdi ki, imkan varsa uşaqlara mənim şəklimi atın, mən falan kəsdə rəqəb görürəm, onu çıxartmaq istəyirəm. Sadəcə orası Söz vermişdi sizə yoxsa yox? Mənə vermişdi. Bir dəqiqə saxla. Söz vermişdi yoxsa yox? Bəli, demişdi ki, mən ora çıxıb Ramalı çıxardıram. Amma o söz değildi. O söz verməmişdi sizə. Fərid bəy, əzizim, söz vermişdin mi iştirakçılara yoxsa yox? Əgər mən söz verirəmsə... Mən sadəcə istəyirəm başa düşüm ki, insanı nəydə ittiham edirlər. Mən sadəcə onu başa düşmək istəyirəm ki, insanı ittiham eləyəndə, bu üzr istəyirəm ifadəmi görə, bu insanı bugün təkləmək deməkdir, yoxsa yox. Və bugün, bir dəqiqə üzr istəyirəm Fərid, bir daha üzr istəyirəm. Mən sadəcə bir şey başa düşmək istəyirəm ki, bugün Əlikram Bayramov ora çıxıb ki, Fərid bəy Kərimovu çıxartsın, yoxsa yox, Əlikram Bayramov. Bu dəqiqə ancaq siz cavab bilərsiniz bu suala. Valla şu an təzə başlayıb, mənim ixtiyarım var ki, bu oyunda öz oyunumu davam elətdirim. Əlbəttə, tam. Buna heç bir kəsin ixtiyarı yoxdur ki, gəlib deyək ki, siz bunu eləməyin, onu eləyin. Mən seçimi eləyəcəm. Fərid bəy biraz da tələsir, darıxır. Demək ki, o elə bu qapçıymış ki, demək darıxır. Amma mən də sənə üzümü tutub demək istəyirəm ki, elə sən qapçısan, qardaş. Nəyə görə? Bir qapını bağlayıb, dostu pəncərədən ötürmək elə bu qapçı deməkdir. Mən sənə bu söz deyirəm, yadında saxla. Beləliklə, hədəf müəyyən oldu. Əlikram Bayramov şouda qalacaqsa, Fərid bəy Kərimovu şoudan kənarlaşdıracaq. İcazə verirsiniz, mən belə formalaşdırım. İcazə verirsiniz? Hələ baxacaq, amma ehtimal daha böyükdür. Bəli, Fərid bəy, buyurun. Mən Rüfət qardaşım... Nəticəyə gəl baxaq, Fərid bəy, xahiş edirəm. Gəl nəticəyə baxaq. Bir dəqiqə, diqqət ekrana. Nəticə belədir. 23,55-98% qalsın deyir. Geçsin deyənlər 76,2%. Fərid bəy Kərimov, buyur. Buyur əzim. Mən Rüfətlə dost olmamışdım, qardaşlar. Sizin dostunuz. Mənim sadəcə olaraq burada biz tanış olmuşduq. Və əvvəldə istədilər məni hədəf çıxartsınlar. Rüfət düz məni başa düşmədi, mən Rüfəti başa düşmədim. Namiq müəllim sonra bizi barışdırdı. Mən bu случае hər ehtimala qarşı özümü sığortaladım. Sadəcə olaraq bu mənim fikrim idi. Bu mənim... Onda mən bu dəqiqə, bu vəziyyətdə...
Başa düşür. Grupirovkanın dostunu çıxarmayın. İndi все, mən vrak narodu. Vrak grupirovki. Buyurun Ekrem. Ekrem. Murad, bir söz demək istəyirəm. Mən görürəm bu qardaşımız çox özünə gedib, çox narahatdır o. O nöqteyi nəzərdən niyə narahatdır o? Ona elə gəlir. Mən sənə qardaş yaxınlaşıb demişəm ki, Rüfəti çıxart, yoxsa Ramal çıxart. Olubmu belə şey? Əla oğlansınız. Bəs siz niyə düşünürsünüz ki, bugün mən sizi çıxardacam? Sadəcə olaraq mənim ürəyim danmıb. Ona görə ki, siz dünənləri avtobusda gedəndə dediniz ki, sən kişi hərəkət eləmədin. Kişi söhbəti danışmamışam. Yaxşı, mən bir şey deməyəcəm. Mən heç nə deməyəcəm. Gəlin hamımız Siz dediniz ki, mən bilirəm. O sözü sən tez-tez gətirsən qardaş. Bir dəqiqə. Kişi sözü. Dedim ki, insanı oyundan uzaqlaşdıranda təhqir edib yola salmazlar. İdmanın heç bir yerində yoxdur o. Bugünlərdə mən bütün cəmaatın qarşısında üzr istədim. Üzr istədin bu yerində. Nəyə görə narahatsa mən səni çıxardacam? Niyə? Потому что уже клянусь, Əlikrəm müəllim, sizə də mən уже inanmıram, клянусь. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Heç kimə mən burada inanmıram. Heç kimə inanmıram. Mən sadəcə başqa bir şey də anlaya bilmirəm. Yaxşı, indi Fərid bəyin xeyrinə dediyi anladıq. Aydındır ki, hər şey aydındır. Yəni bu heç kimə söz verməmiş. Bəs Fərid bəy, bir sualım da var sənə. Buyurun Murat. Sən dünən Müşfiqə yaxınlaşıb və ya Müşfiqi çağırıb. Bəli. Müşfiqdən xahiş elədin ki, böyüklərlə danış, qoy mənim şəklimi atsınlar ora ki, mən çıxım ora. Tamam, belə düzdür. Və neyniyim? Onların istəmədiyi insanın demək, sən onların dostluğunu, demək, sən söz vermişdin də, yox? Yox. Sən dedin ki, sən demisən ki... Mən istəyirəm ki, kənarlaşdırma bir şəxsi. şəxsi. Mən onlardan... Mən demək ki, mən... Bir dəqiqə, sən demişdin ki, belə bir çıxır ki, sən dedin ki, iştirakçıların, böyüklərin, qruplaşmanın, dostların, Embrazers'la bağlı olan, onları hər halda onların, bagaj ətrafında dayanan insanların bəyənmədiyi bir iştirakçını, rəqib bildirili bir iştirakçını çıxardacam. Nəzərdə tutulmuşdur Ramal. Düzdürmü yoxsa yox? Fərid bəy, Ramal nəzərdə tutulmuşdur? Yox. Və kim? Rüfət. Rüfət ki, onların dostudur. Bəli. Mən onların əli ilə, Murad müəllim, istədim uzaqlaşdırma öz rəqibimi. Çox möhkəm rəqibi idi. Axı bir dəqiqə, mənə gəlib deyirlərsə ki, məsəl üçün, sən mənə kömək elə, mən bir nəfəri şovdan uzaqlaşdırım. Mən də şov iştirakçısıyım, dostum da Rüfət Axundovdur. Və mənə gəlib deyib, mənim əlimlə sən Rüfət öz dostumu çıxardacaqdın. Sən hansı məntiqlə yaxınlaşmışdın onlara? Mən qabaqcadan, bəli. Bir dəqiqə. Demək, elə çıxır ki, sən onları əvvəlcədən anladmışdın, yox? Elə bir ki, siz iştirakçısınızsa, yaxınlaşıb deyirlər ki, mənim bu şəklimi at. Sən istəsən sonra sual verirsə, kimi çıxardır desə. Əlbəttə. Hamı da buna o sualı verib. Hamı da sual verdi sənə. Hamı sual verdi və nəyi gördü? Efirdə nəyi gördü? Reklamları. Maşındayıq xanımlar, canımlar. 9-cu sürətin həyəcanını yaşayırıq. Xanımlar, canımlar, həyəcanlı anlardan biri də bu yaxınlarda baş verəcək. Sentyabr ayın 20-si baş verəcək. Ünvanı da sizə deyim harda və çox təəccüblənəcəksiniz. Ağa Neymətullah küçəsi 42 ünvanında yerləşən bir super gözəl dükanda. Bu dükkan bizim sponsorlarımız olan İdeal parfümeri və kosmetika dükkanlarına məxsus olan bir dükkandır. Ağa Neymətullah küçəsi 42, bu Nərimanov parkının yanında yerləşir, Nərimanov metrosu tərəfdə. Ağa Neymətullah küçəsi 42 ünvanında İdealın super bir dükkanıdır. Bayram günlərində, sentyabr ayının 20-si bizim iştirakçılar oradadırlar. Bizim iştirakçılar görmək istəyənlər, İdealdan istənilən ən gözəl, güzəştli alış-veriş etmək istəyənlər, bu gözəl alış-verişlə yanaşı, güzəştlə yanaşı hədiyyələr qazanmaq istəyənlər, o zaman Ağa Neymətullah küçəsi 42 ünvanına İdeala gəlsinlər. Biz orada olacağıq iştirakçılarla birlikdə. Hamıya hədiyyə var, hamıya hədiyyələr çatacaq. Hamıya 20% endirimlər var. Bu müddət ərzində İdeal hər birinizə super bir hədiyyələr hazırlayır. Beləliklə 20-si sentyabrda biz orada görüşürük. Sizi bilmirəm, biz orada olacaq. Gəlin mütləq Ağa Neymətullah küçəsi 42 ünvanında. İlk dəfə iştirakçılar maşın ətrafından çəkilib günorta vaxtı orada olacaqlar. Axşam isə bütün bunlar haqqında ətraflı
ətraflı məlumatlar, süjetlər bizim efirimizdə. Fərid bəy Kərimov. Bütün söhbətlərin nəticəsi ona gəlib rezüme ondan ibarətdir ki, Fərid bəy Kərimov Müşfiq Şahverdiyeva 2 gün bundan öncə müraciət eləmişdi ki, mənim şəklimi təmin eləyin, ora atılmasına say itibarilə daha çox. Mən çıxıb sizin istəmədiyiniz və sizin rəqib bildiyiniz bir şəxsi kənarlaşdıracağım. Və qruplaşmanın nəzərdə tutduğuna görə bu şəxs Ramal İsrafilov olmalıydı. Amma heç də Rüfət Axundov nəzərdə tutulmamışdı. Onun adı da yox idi. Amma sonda verilişin gedişatında Fərid bəy Kərimov həqiqətən də Ramalın adını çəkdi. Amma Ramal'la yanaşı Rüfət Axundovun da adı nədənsə ortaya çıxdı. Və nəticəni dünən hamımız özümüz, öz gözlərimizlə gördük. Canlı şəkildə biz başa düşdük ki, çıxan şəxs Rüfət Axundov oldu. Mənə qaranlıq qalan bir-iki məsələ var. Onlardan biri Fərid bəy Kərimovun ünvanı bugün söylənilən bu tənqidlər. Amma əsası da ondan ibarətdir ki, dünənki sənin addımın. Demək, sən ora çıxıb Ramal İsrafilov adı ətrafında düşünürdün və bununla da şirinliklərdirdi də sizi, yox? Onlar dedilər, okey, Ramaldırsa Ramal çıxsın. Bizim çox qədər əhəmiyyətli deyil Ramal. Rüfət bizim dostumuzdur. Rüfət qalmalıdır. Ramal çıxa bilər. Sən Ramalın çıxmağı ilə nə eləmək istəyirdin? Onların rəğbətini, dostluğunu qazanmaq istəyirdin? Mən sadəcə olaraq istəyirdim ki... Rüfət Axundovu çıxartmaq? Rəqib, bəli. Sən Rüfət Axundovu çıxartmaq istəyirdinsə, demək, özün ikili oyun apardın da, özün müəyyən dərəcədə, dırnaq arası, yalanlardan söylədin onlara ki, ona görə də qəzablı, hamısı çox həyəcanlıdırlar. Sən ora çıxmaq üçün hər şeyə əl atdın ki, ora çıxasan. Sonra da Rüfəti vurdun. Mən təsəvvür edirəm ki, sənin şəklini atan Rüfətin dostları dünən nələr keçirdilər. Bir tərəfdən də Murad müəllim izləyir. Mən çox Buyur. gördüm ki, artıq Rüfət öz uşağını gördü. O Rüfətin şəxsi işidir. Mən bilirəm. Sadəcə olaraq ona O kömək Rüfətin elədim. şəxsi, yox. Kömək elədim Murad müəllim. Rüfətin əlində idi. İstənilən an o da əlini götürüb, yox, xahiş edirəm. Bəli. Bu işi savab adlandırma və öz ünvanına yazma. Ona görə ki, o biraz üzr istəyirəm ki, biraz cəfəngiyat oxşuyurdu. Yəni, mənə maraqlıdır indi bu boyda qırığın içində bir nəfərin mövqeyi. O da Ramal İsrafilov. Hansı ki, yavaş-yavaş dayanıb maşının qabağında. Heç xəbəri yoxdur dünyadan. Sən demə, onun qırığını gedirdi dünən, bugün. Ramal, sən belə deyən ki, kameralarım sən görsən, mən belə düşünürəm ki, Ramal, bugünkü hədəflərdən biri yenə də sən qalırsan, ha. O sənin üzərindən o qara buludlar çəkilməyib. Axşamınız xeyir olsun, hamınızı salamlayıram. Mən üzümü tutub bütün iştirakçılara demək istəyirəm ki, bu bir oyundur, hamı bu maşını udmağa gəlib. Səncə kimsə bunu yaddan çıxardır, yoxsa yox? Hərdən yaddan çıxardırlar. Doğrudan kim? Kimi deməyəcəm, çünki hərdən oturub fikirləşəndə səmimi demək istəyirəm. Fikirləşirik ki, birimiz reklam üçün gəlmişik, birimiz paltarlarımızı geyinib göstərmək üçün gəlmişik, birimiz də həqiqətən də bu maşını aparmaq üçün gəlmişik. Amma mən özümü tutub iştirakçılara demək istəyirəm ki, o qrup rəhbərini ünvanlamaq istəyirəm, amma hələ ki tanımıram. Bunu söz verib Namiq müəllim ki, sonluqda açıqlayacaq kimdir bu qrup rəhbəri. Mənim üçün də çox maraqlıdır. Verilən proqnozlar düz çıxmır. Yəni, ilk iştirakçımız oldu. Bizim bura kim çıxmışdı, yadımda deyilsə, kömək elini çox xahiş edirəm. Söydə. Bəli. İlk addımı belə gözəl xanım atdı və nədənsə elə həmin gündən də proqnozlar səhv olaraq davam edir. Yəni, bura çıxan iştirakçı o məqsədlə çıxmır ki, səs toplayıb getməsin. Sadəcə olaraq ora çıxır ki, kimisə vursun. O da elə olur ki, tamaşaçılara qurban olmayı, baxır, səs verir. Aydındır. Bagaj uşaqlarının, bagaj əhlinin səndən, kapot əhlindən niyə xoşu gəlmir?
Nə bilim, yəqin doğrudan da amma xoşları gəlmir deməzdim. Hamısına böyük hörmətim var. Onların da Ay Ramal. Siz bir-birinizi tərifləyəndə vallahi tamaşaçıların da əti tökülür. Bəsdir də qutarın görüm də. Aydındır, hamı birbirini çox istəyir. Aydındır, bu aydındır. Hamı birbirinə hörmət edir, aydındır. Gəlin, bax bu çərçivə içində danışaq. Niyə onlar səni çıxartmaq istəyir səncə? Məncə çünki çox güclü rəqibəm ona görə. Çıxartmaq istəyirlər ki... Sən nə? Üzr istəyirəm. Arxa tərəfdən cavab vermək istəyən var? Bəli, buyurun. Buyurun, sakit. Birinci bir sözü demək istəyirəm ki, bu şou qurulandan bəri yaxşı düşünmək lazımdır ki, kimsə münasibət qoruyursa, bura münasibət üçün deyir, qardaş. Hamımızı deyirəm. Yəni, münasibət qorumaq lazım deyil. Bir. İkinci, Rüfət Axundov heç bir zaman heç qrupun üzvü olmayıb. Desin bir kəs, desin ki, falan qrupda olub. Söylə. Həmişə də atdığı şəkillər xanımlar olub. Haçan qrupun üzvü olub Rüfət? Haçan gəlib Rüfət deyib ki, gəlin qoşulan bu işi görəyin? Rüfət çıxdı, getdi. Narahat olmayın. Mən Rüfətdən danışmıram. Əkrəm, mən Ramaldan danışıram. Əlaqələndirir də buna... Ramaldan danışıram. Mən Ramaldan sual verirəm sizə və Ramal haqqında cavab almaq istəyirəm. Nəyə görə Ramalı qaralamışsınız 2 gündür? Mən o fikri yürütməmişəm. Şəxsən mən deyirəm Ramalı nə vaxt kimə demişəm ki, Ramalı get çıxart. Bəlkə sənə demişəm. Biraz xoşumuz gəlmir, sözü biraz düzgündür. Mən o fikri söyləməmişəm Ramalı çıxart. Yox, o rəqibdir. Mən də onun üçün rəqibəm, o da mənim üçün rəqibdir. Sadəcə burada Fərid bəy xahiş edib. Müşfiq, Ramal gedəndən sonra, Nurlan gedəndən sonra, qızlar gedəndən sonra onlar üçün rəqib sən olacaqsın. Yadda çıxartma. Problem. Biz isə yaddan çıxartmayaq ki, uduşa qoyulan bu avtomobil adi avtomobil deyil. Ford Azərbaycanın bizə təqdim etdiyi bu super avtomobil nəhayət Ford Mondeo, yeniləşmiş Ford Mondeo şoudadır. Ford Mondeo'nun bu gözəl avtomobilinin sahibi olmaq üçün bizim iştirakçılar 18 gün ərzində, ən az 18 gün ərzində mübarizə aparacaqlar. Hər gün bir nəfər çıxartmaq şərti ilə. Amma Ford Azərbaycanın müştərisi olmaq üçün sadəcə vaxt itirmədən 5 il müddətinə sadələşdirilmiş kredit şərtləri ilə cəmi 3000 manat ödəməklə Ford Fusion, 3900 manat ödəməklə Ford Focus və 5500 manat ödəməklə bu gözəl, super Ford Mondeo'na siz sahib ola bilərsiniz. Şirkət Ford Azərbaycan sığorta və bank xərclərini öz üzərinə götürür, sizə də hədiyyə edir. Xətai prospekti 36 496 01 10 Ford fərqi hiss edin. Və bu arada mütləq şəkildə Nurgün Motorsun müstəqillik günü ilə əlaqədar möhtəşəm bir kampaniyası haqqında sizə mütləq məlumat verirəm. Artıq Nissan Sunny, Nissan Tiida və Nissan X-Trail avtomobillərinə nəqd alanlara inanılmaz əfsanəvi 15% güzəşt əldə edilir. Həmçinin bu avtomobilləri 5 il müddətinə sadələşdirilmiş kreditlə də əldə etmək olar. Babək prospekti 31, Salamzadə küçəsi 2, telefonlar 448 38 38. Nurgün Motorsun Nissan avtomobillərinə, Ford Azərbaycan, Ford avtomobillərinə sahib olun. Bu həqiqətən super avtomobillərdir. Minnətdarıq. Və xatırladırıq sizə ki, Əlikram Bayramovun şouda bugünkü aqibəti həll olunur. Bu dəqiqə olan nəticələr belədir. Diqqət efirə, diqqət ekrana. 24,32% qalsın deyir. Geçsin deyənlər 75,68%. Şounun sonu elə birazca vaxt var və bu vaxt ərzində əminəm ki, dəyişəcək nəticələr. Gün ərzində baş verənlər bu dəqiqə bizim növbəti video süjetdə. Hamımız yaxın oturuq televizora. Bir şeir oxuyacağım sizə bu kitabdan. Sonra da bəyənərsiniz, bəyənməzsiniz, mənə görəndə deyərsiniz. Darıxıram sevgilim.
Darıxıram sənsiz. Çox da. Bəzən elə bilirəm ki, bir də heç vaxt görməyəcəm, bir də heç vaxt gülməyəcəm, elə hey, darıxacam. Aylardır, illərdir səni mənə unutturmayacaq, darıxacam, darıxacam. Güllər, çiçəklər, lalələr, nərgizlər səni mənim xəyalımdan ala bilməyəcək. Darıxacam. Ağ üzündəki xal üçün darıxacam. Dodağındakı bal üçün darıxacam. İncə əllərin üçün, düz tellərin üçün darıxacam. Sən mənimlə olanda da darıxacam, səninlə olanda da darıxacam, səninlə qalanda da darıxacam, elə indi də darıxıram. Bilirəm ki, mənimsən. Yaman qalmısan, əzab əziyyətdəsən, mən nə deyim, sənət düşeyri yat deyim. Ağam Mirzə gəldi, məqsədə çatdı. Bir dənə namikdən ol ehtiyatlı. Yoxsa ki, uduzarsan əlbəttəsən. Yoxsa ki, uduzarsan əlbəttəsən. Yaman qalmısan, Meyxana üçün özüm ölüm klub var, ciblərimdə gör nə qədər şurup var. Sən bilmirsən burada nə çox qrup var. Olmamısan oradakı söhbətdəsən. Olmamısan oradakı söhbətdəsən. Mən bilirəm ki, necə vəziyyətdəsən. Nicat səni bu gündüz axşam satar, meyxanada ləzzət satar, tam satar. Qorxuram ki, səni bu əl-kiram satar. Qaldıranda bir əlvi xəlvətdəsən, qaldıranda bir əlvi xəlvətdəsən. Bir də əl üçün deyək. Gezmə gecə otaqları, zibilə salma uşaqları. Gəzmə gecə otaqları, zibilə salma uşaqları. Şoumuzda iştirakına görə dərin təşəkkürümüzü bildiririk. Səbilə xanıma, hansı ki aerobika vaxtı keçirir bizimlə. Tərlan Növrəsliyə dünən hədiyyə elədi və gözəl və gözəl meyxana ustaları, bizim dostlarımız Mehman Əhmədliyə və Nicat dostumuza dərin təşəkkürümüzü bildiririk. Çox sağ olsunlar, əziyyət çəkib gəldilər. Mən xüsusilə qeyd etmək istəyirəm ki, tamaşaçıların Ağa Mirzə Məmmədova bu şouda xüsusi bir hörmət, ehtiramı, sevgisi artdı. Ona görə ki, Ağa Mirzə Məmmədov nəinki meyxana ustasıdır, çox təmkinli insandır həyatda, çox təmkinli insandır. Çox səbirli, fikirləşən və addımlarını düşünə-düşünə atan insan. Ağa Mirzə Məmmədov gözəl meyxana ustasıdır. Gözəl meyxana nəslinin bizə tövhəsidir. Amma eyni zamanda elələri finala çıxır. Mənə elə gəlir ki, iştirakçılar artıq özləri nədənsə ilk finalçını özünə artıq təyin ediblər. Ağa Mirzə Məmmədovu heç kim buradan kənarlaşdırmaq istəmir. Ola bilsin. Ola bilsin. Bir şəxs də var ki, onun iştirakı çox maraqlıdır. Əli Quliyev. Əli Quliyev, xanımlar və cənablar. Çıxıb bir dəfə səs topladı. Addımını da attı. Çıxartdığı şəxsi də çıxartdı. İndi də bir tərəfdən var ortalıqda. Hamı bilir ki, Əli Quliyev buradadır. Əli Quliyevi görməmək mümkün deyil. Maşallah. Amma digər tərəfdən də fikir verirsiniz, kölgədədir. Açıq konfrontasiyalarda, açıq münaqişələrdə iştirak eləmir. Amma istiqamətləndirir hər şeyi. Necə fikirləşirsiniz? Fərdin dünənki addımı əvvəlcədən düşünülmüş bir addım idi, yoxsa? Ona görə ki, doğma dilimizi o dərəcədə mükəmməl bilməyən Fərid bəy Kərimov dünən Rüfət haqqında söylədiyi o ifadə hansı ki, bugün müəyyən bir etirazı səbəb oldu. Mən o ifadəni təkrar eləmək istəmirəm, amma hər halda yırtıcı səs adlandırdı da. Yəni, çox güclü bir rəqib adlandırdı. Mənə elə gəlir ki, Əli Quliyev o şəxslərdəndir ki, məni kimi əmindir ki, bu ifadə Fərdin öz ifadəsi deyil. Hə? Fərid bəy Kərimovun? Bəli. Fərid bəy Kərimovun başını yeyən yedi. Kim etsə özün də yaxşı bilirsən. Fərid bəy Kərimovu kimsə istiqamətləndirir Əli Quliyevin dediyinə görə. Fərid bəy Kərimovu kimsə istiqamətləndirir.
Değil mi? Ali danışın da. Değil. Ferit Bey Kerimoğlu. Sizi Ferit Bey. Həmən insan bilib ki, Fərid bəy onu çıxardacaq və gedib o qarşısını alıb. Kim? Gecə otaqda kimin adını çəkdim mənim yanımda? Rüfətdən ötürü sənin otağıma gəlmişdim mən. Demək gəlmişdi sizə. Siz də danışmışdınız. Kim demişdi? Yox. Çünki səhv hərəkət elədin. Ha? Hə, sonradan. Bəli, bəli. Aha, sonra nə dedi o? Dedi mən onu çıxardacaqdım. Onu çıxartmayacaqdım. Başqasını mənim başıma yedilər ki, o qruplaşmada var. Amma o Rüfət heç bir qruplaşmada yox. Aydındır. Ramal. Açıqlansın adı çünki Yo, çıxartdığı bir insan... dəqiqə. Əli Fəridə tərcümə eləmək lazımdır. Ona görə bir dəqiqə. Fərid bəy, Əli Quliyev deyir ki, Yox, bir dəqiqə. Sən hirslənmə, sakitləş. Mən sənə izah edeyim, sən də başa düşəsən. Dünən Rüfəti çıxardandan sonra sən qayıtdınız otelə. Olimpik otelə. Necədir ora? Əla. Super. Hər şey. Novxanıya yerləşən Olimpik otelə dərin təşəkkürlər. Çox sağ olsunlar. Qayıtdı sonra otelə. Sən getdin öz nömrənə? Bəli, bağladım qapını. Bağladınız qapını. Sonra Əli qapının altından yavaş-yavaş keçdi. Nədənsə peyda oldu nömrədə. Qapını döydü, mən də açdım. Soruşdum, kimdir? Deyir ki, mən Əli. Mən Əli. Mən deyirəm ki, gəl. Siz nə dediniz? Mən dedim ki, buyur içəri. Buyur içəri gəl. Açdın qapını demək. Əli Quliyev girdi. Əli Quliyev girib nə dedi sənə? O əyləşdi birincisi. İkincisi isə başladı demək ki, sən deyərsən ki, o qruplaşmada deyil. Prямо orada deyərsən efirdə. Mən deyirəm ki, mən deyə bilmərəm o sözü. İndi bu başqası Murad müəllim. Mənim çox əlişqə hörmətim var. Bir dəqiqə üzr istəyirəm. Bura efirdə mən heç nə danışmaq istəmirəm. Mən antda içə bilərəm ki, Rüfət heç bir qruplaşmada yoxdur. Rüfət çıxdı getdi. Lap vardı, yoxdur, fərqi nədir? Sən mənə dedin ki, bir dəqiqə. Rüfət dünənki gündür. Mən bugünkü günü başa düşmək istəyirəm. Mən başa düşmək istəyirəm ki, Fərid bəy Kərimovu kim istiqamətləndirir? O ifadələri kim? Adı çək də. Fərid özü açıqlasın da. Açıqladı kimdir? Dedin ki, sənə kim dedi ki, Fərid? Sən ittiham Mən özüm Əlişqə, mən özüm demişəm. Klinuş özüm demişəm. Əli, sən ittiham edirsənsə əzim, özün də dedin kim istiqamətləndirir Fərid bəyi? Fərid bəyi istiqamətləndirən Ramal olub. Ramal! Demədin mənə. Dedin, demədin. Düzünü, Quran and içmə. Bəli, demədim. Vapşe belə şey söhbət yoxdur, Əli. Əli, sən nə danışırsan? Klinuş, sən yalan deyirsən. Yalan deyirsən mənə. Yalan deyirsən mənə. Mənim sözüm yoxdur. Əli, sən yalan deyirsən. Mən yalan deyirəm. Bir gün saxlayın. Əli Quliyev, Fərid bəy Kərimov, bir dəqiqə. Üzr istəyirəm Fərid bəy, üzr istəyirəm Əli. Mən ali məktəb qutaranda şansım vardı gedim, öz sənədimlə məşğul olum, psixoloq olum. Gelib işləyərdim sakit, belə şeylər görməzdim. Sən də musiqiçi olmuşsan, hə? Amma indi Əli Quliyev deyir ki, Əli Quliyevə deyən deyir ki, sən Fərid bəyi istiqamətləndirsə, var mı elə bir şey? Əsla belə şey yoxdur. Fərid bəy istinadən deyir, ha? Fərid bəy istinadən. Səhərə çıxmayım. Bilirəm ki, belə şeylər burada demək olmaz. Sadəcə olaraq deyirəm. Fərid bəy, Şimdi mən ölüm orada apşiyə. Fərid bəy. Müəllim, doğrudan Fərid çox yaxşı qardaşdır. Hər kəs burada çox yaxşıdır. Mən sadəcə... Fərid bəy, xahiş edirəm. Özünü əvvəl al. Niyə? Nə olub sənə? Mən ən pis olanam. Sadəcə demək istəyirəm, burada hamı Namiq müəllim deyir ki, Rüfət mənim dostumdur, filan kəs mənə yaxındır. Mən də özümü tutub öz yerlim, canım, ciyərim Əliyə müraciət edirəm. Əli, mən sənin yerlinəm, şamaxlıyıq bir yerdə. Mən bu yalanı heç vaxt danışmaram. Nə də gedib Fəridin qapısını döyüb belə sözlər deməmişəm. Tamaşaçılar hər şeyi gözəl bilir, hər şeyi görür. Ramal, burada bir maraqlı bir an ondan ibarət. Birincisi, xahiş edirəm, üzr istəyirəm, mənə dinləyin xahiş edirəm. Birincisi,
Əli Quliyev demir ki, siz onu istiqamətlə. Əli Quliyev deyir ki, Fərid bəy ona deyib ki, Ramal məni istiqamətləndirdi. Düzdürmü? Belə deyib, bəli. Aydındır. Mən isə Fərid bəyə və digərinə xahişim, öz sinir sesimizi düzəldin Fərid bəy. Yoxsa mən sizi aparıb Medex'in ağrı cihazlarının birine salacağım. Medex'in burada bir cihazı var ki, süper bir vanladı. Nigar xanım, bu ne olan şeydir? Yaxınlaşın da zəhmət olsun. Nigar Əsədova, yaxınlaşın. Dünəndən bu buradadır. Fərid bəy salaq bəlkə bunun içində. Bu ne olan şeydir bu? Üzr istəyirəm. Bu talaksaterim cihazıdır. Fərid bəy, özünü pis aparsın, salacaq sənin bunun içində. İcazə verin, qısaca olaraq məlumat verim. Yəni bu talaksaterimdə istirahət etməklə siz həm sauna effektini yaşamış olursunuz, eyni zamanda arıqlamaq, selülitin aradan qaldırılması, tam bir relaks, bədəndən ağır metalların, toksinlərin, zərərli maddələrin kənarlaşdırılması kimi bir özəlliyi vardır. Əla. Teşekkür edirəm. Bax, bu cihazlar nəinki satılır, hətta artıq Medex'in qurduğu bir neçə spa və wellness mərkəzdə də artıq fəaliyyətdədir, deyil mi? Tamamilə doğrudur. Minnətdarımızı bildirir. Hanımlar, canımlar, siz də Medex'in işləri haqqında, Medex'in bu cihazlar haqqında, ümumiyyətlə Medex'in layihələr haqqında məlumat almaq istəyirsinizsə 465 6000 nömrəsində bax bu dəqiqədə şəhər nömrələrindən zəng vursaz, o zaman ətraflı məlumat ala bilərsiniz. Medex'e dərin təşəkkürlər. Uzun illər ərzində bu sahədə lider olan Medex nəinki Azərbaycanda, bütün regionda böyük bir layihələri həyata keçirir. Və Medex Avropanın, Amerikanın və İsrailin ən gözəl cihazlarını satır və istənilən sizin üçün wellness mərkəzləri, məsəl üçün gözəllik salonları, spa mərkəzləri biznes olaraq artıq hazır layihə olaraq təqdim etməyə hazırdır. 465 60 Nigar xanım, təşəkkür edirik, çox sağ olun. Və dünən də iştirakçılarımız artıq çox böyük bir həzz aldılar dünənki bizim səfərimizdən. Maşındayıq, xanımlar və canımlar. Bankov Azərbaycan və Qaran Sığortanın baş sponsorluğu olan maşındayıq. Xanımlar və canımlar, bir daha xatırladıram ki, Bankov Azərbaycan sizə super bir hədiyyələr hazırlayıb. Bu hədiyyələr ondan ibarətdir ki, artıq bütün qoyulan depozitlərə 1% bonus olaraq gələcək. 175'e zəng vurun. Bankov Azərbaycana müraciət edin və siz də Bankov Azərbaycanın müştərisi olun. Necə ki, mən olmuşam və bütün bizim iştirakçılar da artıq Bankov Azərbaycan müştərilərdir. Və Arzu xanım ekranlarda görsə Arzu xanımı və Qaran Sığorta şirkəti, Qaran Sığortanın agentləri yatmır ki, sizə də istənilən bir qayğı göstərməyə hazırdır. Sadəcə bunun üçün 184'e zəng vurub Qaran Sığorta haqqında ətraflı məlumat alıb siz də Qaran Sığorta ailəsinin bir üzvü olasınız ki, Qaran Sığorta sizin üçün də ürəkdən bir qayğı göstərsin. İstənilən proqramlar və sığorta paketləri ilə birlikdə. Biz Qaran Sığortanın əməkdaşlarını bugün qonaq dəvət eləmişdik günorta vaxtı. Bizim iştirakçılarla birlikdə vaxt keçirdilər. Gəlin bu görüş haqqında olan bir xüsusi video süjetə baxaq. Salam, hörmətli iştirakçılar. Bugün mən sizə hədiyyələrlə gəlmişəm yanınıza, amma hədiyyəni bir nəfər alacaq və buna görə müsabiqə elan etmək istəyirəm. Hər bir sığorta növü üzrə kim daha gözəl öz sözləri ilə bacardığı qədər təqdimat etsə, ona super bir hədiyyə verəcəyik. Qaran Sığorta şirkətinin satış üzrə mütəxəssisini Məhəmməd müəllimi gətirmişəm. O sizə əgər hansısa texniki suallarınız olsa, burada məhsullarımız barədə ətraflı məlumat əldə etmək istəsəniz, o sizə daha ətraflı məlumat verəcək ki, siz təqdimatı etməyə çətinlik çəkməyəsiniz. Qaran Sığorta! Necədir? Seçiminiz Qaran Sığorta olsun. Üzvə güləm dostum sənin həyatdır. Adını yazdır sənətləşmə rahatdır. İldə xərci 150 manatdır. İldə xərci 150 manatdır. Bizdə bu imkandır, özün bilirsən. Bizdə bu imkandır, özün bilirsən. Birdən ödür bizim Qaran Sığorta. Bura bizim ünvandır, üzüm bilirsən. Qaran Sığorta. Qaran Sığorta. Kasko sığortası. Yol nəqliyyat hadisəsi, uğurluq, qarət,
soyğunçuluq, yanğın, ildırım vurması, partlayış Allah eləməsin, təbii fəlakət, üçüncü şəxslərin qərəzli hərəkətləri və s. və ilahi. Qaran sığorta kim başa düşmədi, oxuyun buradan. Qaran sığorta. Telefonlar 499 66 44. Eviniz yanıb? Nə danışırsan? Necə? Bax, Nə danışırsınız? mənə qoyma qatı. Diyan da. Hətta mebellərdə. Yanmayıb. Yeni təmirli. Amma heç narahat olmayın. Çünki qaran sığorta sizin üçün bütün əlverişli şəraiti yaradacaq. Hətta yeni evinizi təmir edəcək, əvvəlkindən də çox gözəl təmir edəcək. Mebellərlə bir yerdə sizə yenidən həmin evi təqdim edəcək. İnanın. Qaran sığorta. Günel xanım, biz sizə şəhadətnamə təqdim edirik. Bu şəhadətnamə nə deməkdir? İl ərzində sizin evinizi qaran sığorta, yanğından və partlayışdan 100 min manatlıq sığortalayır. O 100 min manatlıq. Günel Məhrəmova dərin təşəkkürümü bildiririk və Qaran Sığorta adından bu hədiyyəni qəbul etdiyiniz üçün və Qaran Sığortaya da əlbəttə öz təşəkkürlərimiz var. Minnətdarıq. Xanımlar, canımlar, NLT Telekom öz müştərilərini sevdirməyə davam edir. NLT Telekomun yalnız 2 gün davam edən notebook alan Nokia 6300 hədiyyə adlı aksiyası çox uğurla keçir. Bugün şəhərdən başlayaraq bu səhərdən başlayaraq bizim şəhərdə NLT Telekomun əziz müştəriləri Fəvvarələr meydanında yerləşən ən böyük dükanına üz tutacaqsınız və orada əmin ola bilərsiniz ki, gözəl bir hədiyyə gözləyir sizə. Sizdə notebook alana 6300 Nokia 6300 mobil telefonu hədiyyə olunacaq NLT Telekom adından. İstənilən şəxs NLT Telekoma müraciət etsə və gözəl bir notebook alsa, bir hədiyyə əlavə olacaq. Bütün hədiyyələrə çox sağ olun. Bir də xatırladım ki, NLT Telekomun Fəvvarələr meydanında yerləşən dükanına müraciət etmək lazımdır. Çox sağ olun, minnətdarıq və iştirakçılarımız bu dəqiqə müəyyən bir həyəcan yaşayırlar. Amma nədənsə qızlar çox rahatdır yenə də, hə? Mən həmişə rahatam. Deyəsən sizin söhbətiniz deyil bu söhbət. Yox, düzünü desəm, elə də xəbərim yoxdur. Sədə, bugünkü addım, Əlikram Bayramovun bax, bugünkü addımı və bu etirazlı çıxışlar filan feşməkan və ümumiyyətlə Əlikram Bayramovun bura çıxmağı, bu fərdə qarşı olan bir addımdır, əvvəlcədən planlaşdırılmış, yoxsa nədir? Mən düzünü desəm, yəni Əlikram müəllim bura əgər çıxıb Fəridi çıxartsa, yəni o yenə də deyirəm, dünənki söhbətə qayıtmaq yəni biraz düz çıxmır. Sadəcə olaraq onun dostu olduğuna görə və onların əli ilə öz dostlarını vurduğuna görə ona Əlikram müəllimə çox pis təsir edir. Yəni Əlikram müəllim bunu eləyə bilər, amma hardasa Fərid də özünü yazıq uşaq öldürür ki, mən belə deyiləm, mənə kömək eləyin, ona görə hardasa onu da başa düşmək olur. Yəni bu oyundur, amma udmağı da, uduzmağı da bacarmaq lazımdır. Mən düşünürəm ki, hələ yenə deyirəm, mən Ramal da təhlükə altındadır. Ramal da çıxa bilər. Fərid bu dəqiqə oyunda mən düşünürəm ki, Əlikram Bayramov elə də fikirləşə bilər ki, Fərid bu dəqiqə təkdir. Fərdi çıxartmağa nə var ki, Fərdi? İstənilən saniyədə çıxartmaq olar. Fərid bir növ Müşfiqlə də dostdur, bəlkə Müşfiqə görə Fərdi saxladılar. Amma Ramalın çıxmağı ehtimalı çox böyükdür məncə. Dünən alınmadı, bugün vuracaqlar. Yox? Nəticələr var bu dəqiqə, hörmətli rejissorlar? Var. Bu dəqiqəyə nəticələr var. 23,166%. Nədəndir? Qardaş o qədər aktyorluq elədi burada. Bizim insanlar da səmimi, qəlbli insanlardır da. Belə gəlir ki, bu özün elə yazıq aparır. Çünki bu veriliş aparıcıdır. İstər-istəməz bu özün olaq köklərə salır. Yəni çox gözəl aktyordur. Sən nə bilirsən ki, mən sənə çıxardacağım, aktyorluq eləyirsən burada? Sual verirəm sənə. Murad müəllim. Bəli. Dünəndən birinə yazıqlığa qoyumsan, ha, başım getdi, su içsən, Allah sənə kim ölsün, nə olub? Murad müəllim, nə olur mən səmimiyəm, başa düşdük. Nə var,
O da cəmaatın... Səmimisən 5 nəfərə şəkil atdırıb başqasını çıxartsan. Cəmaatın gözündədir. Eləməzdin Bu də günlər, onu. üzr istəyirəm sizdən, olar mən deyim sizdən. Siz danışdınız, mən qulaq astım. Mən sizə deyirəm ki, nətər səmimi oynayırsan ki, insanları alladıb kimisə çıxartmaq adı ilə Mən heç kimi alladmıram. Mən təmiz oynaram və... Hanı təmiz oynamısan, Əlikram müəllim. Necə təmiz oynamısan? Əlikram müəllim, üzr istəyirəm sizdən. Olar mən deyim. Müşfiqi atanda mən demişdim. Bu günlər ki, mən müşfiq səni atacağım. Bir də birincisi, Əlikram müəllim sadəcə olaraq yatmışdı. Və bu günləri dediblər ki, Əlikram müəllim, dur, nə olub? Fərdi atırıq biz. Hə? Syo. Necədir? Fərid atdıq. Necədir? Necədir Murad müəllim? Qulaq asın, bir dəqiqə. Sən çox gözəlak diyorsan, özünü insanlara elə tanıtmaq lazım deyil, qardaşım. Doğrudan da elə mən görürəm sən nətə. Xalq səni gözəl tanıyır, görə bilmirlər ki, sən nə oyun çıxartsan burada. Kiməm mən? Sonra mən sənə tanış eləyirəm. Birazdan zalda popcorn veriləcək və siz də rahat bu filmə baxa biləcəksiniz. Bilməm, sizdən fərqli olaraq mən daha rahatam. Ona görə ki, Softline'ın bu gözəl divanlarından da insan heç durmaq istəmir. Softline'a biz dərin təşəkkürlər bildiririk. Ona görə ki, bax bu İtal sofa dünyada çox məşhur olan Natuzzi brendidir. Natuzzi brendindən gəlir və bu divanlar haqqında ətraflı məlumatlar verilib sizə. Rəşid Beytov 65 ünvanı haqqında artıq xəbəriniz var. Çox gözəl bir məkanda siz də Softline'ın artıq Azərbaycanda uzun illər fəaliyyət göstərən Softline'ın bu gözəl divanlarını və digər divanlar haqqında, ümumiyyətlə yumuşaq mebel haqqında ətraflı məlumat ala bilərsiniz. Çox gözəl, çox rahat amma durmalıyam. Çox təəssüf. Və bu dəqiqə bütün şoumuzda baş verənlər bax bu gözəl LV monitorunda əks olunur. Ən gözəl dizayna malik olan bu monitor sizin gözünüzün qarşısında həqiqətən qiymət etibarilə əlbəttə çox ucuzlu deyil amma keyfiyyət etibarilə bir nömrəli LV monitorları dərin təşəkkürlərimizi bildiririk. Çox sağ olun. Yox, razıyam ki, Əlikram Bayramov. Mən indi hiss elədim ki, sizin içinizdə dünənki bu məsəl ədalətsiz addım hələ ki öz çıxmayıb, yəni ürəyinizdə. İnsan olduğu kimi görünməlidir, olduğu kimi. Mən səmimi insanam, mən olduğu kimi görünməyəni istəyirəm, göstərəm. İnan mənə ki, Fərid olduğu kimidir. Necə görsün olduğu kimi? O elə həyatda da belədir. O həyatda da belədir, o... Yox. Əlkəm, siz məni ola bilsin düz başa düşmədiniz. O həyatda da belədir. Siz də həyatda beləsiniz. Tamaşaçılar da ona görə bu şoya baxır ki, kimsə bəlkə də sizin simanızda özünüzü görür. Bu maşın reality şousu o qədər yaxındır bizim tamaşaçılara. O qədər bugünkü cəmiyyətə maraqlıdır ki, hər bir kəs burada həyatda baş verənləri görür. Az olub həyatda biz Sadiq dostun satqınlığı ilə üzləşmişik. Az olub ki, bizi alladıblar. Az olub mu ki, həyatda bizə bir söz deyib, sonra da başqa addım atıblar. Bir cihaza görə, bir dəmirə görə, bir pula görə. Həyatdır. Bu nəyə ki, bütün dünyada, bütün cəmiyyətlərdə belədir. Mən sadəcə çox istərdim ki, insanlar addım atanda məntiqi düşünsünlər. Düşünsünlər ki, ən xoşbaxt insan o insandır ki, onun xoşbaxtçılığı heç kimə maniçilik törətmir. O xoşbaxt olanda digərləri də xoşbaxtdır. O öz xoşbaxtlığını kiminsə bədbəxtçiliyi üzərində qurmur. Bu çox vacibdir. Bax, bunu qoruyaq, saxlayaq imkan daxilində. Nəticələr bu dəqiqəyə belədir. Fərid bəyin etirazlı çıxışları təsir göstərir. 74,45%, 25,55% səs verəndə başlaşı qalsın deyir ha. Gördü də xalq. Gördü ki, o necə aktyordur. Heç olmasa bu bilindi. Amma Fərid bəy olduğu kimi görünən insan deyil. Yox. Olduğu kimi görünən insan deyil, bu da məlumdur. 5 iştirakçını alladıb şəkil attırmaq, bu mən olmamışam. Mən ona demirəm, mən deyirəm o şəkil atmamışam. 5 iştirakçını alladıb, səsi atıb, sonra başqa adamı çıxartmaq, bu nə dərəcədə oynamaqdır? Bu düzdürmü? Bu mən olmamışam ha. Mən onun nə oyununa qaçmamışam, nə özünlə işim yoxdur. Niyə inirdim ki onu mən? Özümü sadəcə olaraq sığortalamışam. İndi siz
siz neyiniz eləyin, mən heç kimə toxunmuram. İstəyirsiniz məni toxunmayın, istəyirsiniz mənə ləğv edin. Nə istəyirsiniz eləyin. Mən sadəcə olaraq birəm. Всё, heç kimə toxunmuram. Nə istəyirsiniz eləyin. İstəyirsiniz məni hamımız qovun indi. Fərid bəy, qolaya bilsəydilər, mütləq qolayacaqlar. Namiq Qafarov, buyurun. Embrazın 9 yaşı tamam. Embrazın uşaqları yazılı oturublar burada. Deyirlər ki, belə bayram olar. Namiq bəy. Belə qanqıraşıq olar. Bəstirində. Murad bəy, mən dünənləri Rüfətin də, Ramalın da hərəkətində bir üstüne qiymətləndirirəm. Baba özü dedi ki, mənim seçimimdə hörmətlə yanaşın. Bu da bir seçimdir, oyundur hörmət. Ancaq Rüfət orada dünən duranda sənə kim üzr istəyirəm, necədir qışqırmadı. Sakitcə durdu, oynadı, hörmətlə də getdi. Həmçində Ramal orada heç hayküy salmadı. Sadəcə oynadı. Yəni bax, Əlkəm də onu demək istəyir ki, yəni aktyorluq zat eləmədi. Mən aktyorluq eləmirəm. Hər kəsin öz şəxsi işidir. Olsa sadə oyna, sakit oyna. Hər kəsin öz şəxsi işidir. Embrazers qrupu 9 yaşını qeyd edir. İlk dəfə canlı yayımda maşın reality şousunda bax bu fürsəti əldən verməyə. Gəlin təbrik edəyim Embrazers'ı. Namiq, Embrazers'ın neçənci heyətidir artıq? İkincinin yeniləşməsidir. İkinci heyətin yeniləşməsi. Çox maraqlı bir faktor ki, Rusiyada, Avropada elə bir prodüserlər var ki, saxlayırlar qruplarını. Qrup üzvləri dəyişir, amma ad olaraq qalır. Bu çox vacib bir məsələdir və prodüserin uğurlu fəaliyyəti nəticəsində həyata keçir. Artıq Embrazers hamı bilir. Embrazers də hamı bilir ki, bu ən azı 3 nəfər cavan oğlandı, istedadlı, bir-birinə oxşayan və hamısı Namiq qardaşı, prodüser Namiq Qafarov və hörmət bəsləyən bir insanlardır. İnsanlar dəyişir, kimsə solo karyerası ilə başlayır, amma qrup yenə də qalır. Bu böyük bir uğurdur. Mən bir media işçisi kimi, bir prodüser kimi, televiziya prodüseri olsanız, amma sizi təbrik edirəm. Bu böyük bir nailiyyətdir. Embrazers'a baxıb digər uşaqlar da bəlkə də sigaret çəkməkdən, alkoqol içməkdən uzaqlaşırlar. Onlar kimi istedadlı olmaq istəyirlər, can atırlar incə sənətə. Bu çox vacib bir məsələdir. Buna görə də əhsən deyirəm sizə. Gəlin baxaq görək, Embrazers qrupu, yeni heyət axtarışından çıxan Embrazers qrupu bugün şoumuzda nələr etdi? Video süjetə baxaq. Salam, xeyir olsun, əziz televiziya iştirakçıları. Bugün Embrazers qrupunun yeni üzvləri seçiləcək. Namiq qardaş Embrazers'ə yeni üzvlər seçəcək və bu münsiflər heyətində iştirak edən münsiflərin adı açıqlanacaq. Mən demək istəyirəm ki, münsiflərdə iştirak edir elə Namiq qardaş, Teymur Əmrah və Aşıq Əli. Teymur Əli, onlar da başlayalım. Onlar mənim olur. Olar da? Olur ha. Buyurun, gəlsin birinci iştirakçı. Süzə gəzdim bu elləri, telə düzdüm mən gülləri. Bir dəqiqə. Emosiya çatışmır, hər şey yaşlı emosiya. Siz oxuduğunuz mənim bəstəkarını bilirsiniz. Bəstəkarı bilirəm. Kimdir? Cahangirov. Düzdür Namiq. Baxa yollara, Baxa yol. Dairəvi oxuyun, cavan olun. 1-2-3, 1-2-3, 1-2-3. baxa yollara, 1-2-3, baxa yollara. Çox üzr istəyirəm. Bax, siz baxın, bax bu dairəyə. Sizin ağzınızın forması bax bu dairə şəklindədir. Mənim çox uzunluğumda yox. Ağzınızı açanda cavan olun. Bax, oxuyursunuz. Baxa yollara. Belə. Baxa yol. Alınmır, Teymur müəllim. Alınacaq. Mənim adım Səidə Cırtdandır. Biz Embraz qrupu yox, Ancestor qrupu yox. Nə bilim, dedim birdən xoşunuza gəlir mən. Yaxşı, Mən sizə ərəb növbəsi oxumaq istəyirəm. Nə hansı? Ərəb. Ərəb? Oxuyum. Oxu. Sistaktan sistəram nistər. Masina kon nistər. Lər koyuyorsa nistər. Görürsün, Selim bəli. Ay qız, Karaman, sel oxuyun. Hə
aşkım bas gaza, kim seni tutar bas gaza. Bas gaza aşkım bas gaza, kim seni ne gülsü? Gözəl həyat sevəndəyəm ürəkdir, dərəbə. Mənim eşqim əzərib bir çiçəkdir, dərəbə. Happy birthday, mübarək. Ay balam, Mübarək, ad günün mübarək, ad günün mübarək. Embrazis qrupunun bədii rəhbər kimi 9 yaşınız olması münasibətilə təbrik edirik. İşlərinizdən müvəffəqiyyətlər, uğurlar arzu edirik. Pakistad restoranının xüsusi indirim kartını sizə təqdim edirik. 50% indirim. Siz və Paktad demişken Paktad'ın en güzel yemekleri, en güzel tatlı yemekleri bu dəqiqədə Maşın Show'dadır. Bizim iştirakçılar Paktad'dan qidalanırlar. Biz dərin təşəkkürümüzü Paktad restoranının rəhbərliyinə bildiririk. Və onu da sizə çatdırmaq istəyir ki, Paktad restoranında həftənin 6-cı bazar günləri Türkiyənin Adana şəhərindən xüsusi dəvət olunmuş Türk aşpazı Həmid Bəy var, Həmid Usta var və bütün hazırladığı Azərbaycan və Türk yeməkləri sizin ixtiyarınıza verir. Xüsusi menü var, Avropa yeməkləri var, xüsusi menü var və bu 6-cı, 7-ci günlər baş verəcək. Paktad restoranında Koroğlu Rəhimov küçəsi 13 ünvanı, artıq hamınız bilirsiniz ki bu ünvan Paktadın ünvanıdır. Bu ünvanda Odla Yurdu Üniversitetinin yanında sizdən xüsusi menüyə mütləq müraciət edin. Həmid Ustanın yeməkləri və onu da qeyd edeyim ki, mütləq şəkildə hər bir məhsullar halal məhsullardır. Paktad restoranında spirtli içkilər istifadə olunmur, onların istifadəsi qadağandır və bu şuarla Paktad hər zaman çıxış edir ki, bir dəqiqə çox gözəl bir şuardır ki, pak əllərlə hazırladıq. Pak əllərlə hazırladıq sizin bütün yeməklərinizi və Embrazers'ın hədiyyələrinə bir hədiyyə də mütləq qeyd olunmalıdır. O da bizim sponsorumuzdan Ağdağ adından. Xoş gördük. Axşamınız xeyir olsun Murad müəllim, axşamınız xeyir olsun bizi izləyən hər bir tamaşaçılar və əlbəttə ki, bizə bu həzzi, bu ehtirası və coşqunu yaşadan əziz iştirakçılar. Ümumiyyətlə, ilk olaraq bir şəxsi fikrimi bildirmək istərdim ki, bu maşın çox qeyri-adi bir sürətlə gedir və mən inanmıram ki, heç bir yol polisi bu sürətin qarşısında dayansın. Və buna görə mən şəxsən sizə təşəkkür eləməliyəm ki, çünki maşının sürücüsü sizsiniz. Çox sağ olun, çox qarşılıqlı minnətdaram. İkinci olaraq bilirsiniz ki, verilişimiz başlayandan bəri Mətanata şirkəti olaraq və bilavasitə Ağdağ olaraq sizin yanınızdayıq və iştirakçılarımıza daima dəstək oluruq. Və növbəti dəstəyimiz də bu gündür və bilirik ki, bu gün Namiq müəllimin yaratdığı qrupun 9 yaşı tamam olur və heç də biz onu bu vaxtı tək qoya bilməzdik. Və ümid edirik ki, Namiq müəllim bu gündən sonra, bu ildən sonra növbəti qrupunu, daha doğrusu qrupun növbəti fəaliyyətini yeni bir ofisində, yeni bir məkanda, daha sağlam bir məkanda həyata keçirəcək. Təbii ki, sağlamlığı biz sizə Ağdağlı təklif eləmək istəyirik. Və buna görə də şirkətimiz adından Namiq müəllimə 2 ton Ağdağ məhsulu hədiyyə edirik. 2 ton Ağdağ məhsulu götürün. Ve çok maraqlı bir fakt hakkında diyeceğim ki birbaşa kərpic üstüne vurulur değil mi? Bəli, Ağdağ məhsulu birbaşa kərpic və yaxud da ki, kubikin üzərinə vurulur və bir şey xüsusilə vurğulamaq istəyirəm Murad müəllim. Artıq respublikamızda Ağdağın istifadəsi kütləvi hal almışdır. Belə ki, evlərin, villaların, ofislərin, özəl və yaxud da ki, dövlət təyinatlı obyektlərin təmirində Ağdağ xüsusi reytinqa malikdir və heç şübhəsiz ki, bizim belə bir şüarımız var. Evimiz Ağdağla suvanacaq, hamı sağlam qalacaq. Hamı sağlam qalacaq, xüsusilə də Embrazer qrupu. Təşəkkür edirik. Bu hədiyyəni uşaqları verim də, yox. İcazə verirsiniz. Uşaqlar, sizindir bu hədiyyə. Sizin ünvanınıza gələn alqışlar. Xoş gördük, təbrik edirəm sizi. Çox sağ olun. Nəticələr bizi maraqlandırır. Nəticələr bu dəqiqə. 36,71% səs verən tamaşaçı qalsın deyir. Geçsin deyənlərin faizi azalır. Bu gözəl bir faktdır, yox?
Əkrəm Bayramov. Mən bir şey söyləmək Buyurun, istəyirəm. buyurun. Murad, məni tanıyan insanlar səmimiyyətimə görə tanıyır, insanlığıma görə tanıyır. Və bu reality showdur da, indi qismət bilinmir ki, kim bu maşını udacaq, kimə qismət olacaq, kimə qismət olacaqsa xoşalalı. Amma sadəcə tamaşaçılardan səs istəyirəm, məni sevən pərəstişkarlarımdan səs istəyirəm ki, bu aslı deyir kimi çıxardacağım, kim qalacaq, indi qardaş çox tələsir biraz. Amma sadəcə deməyəm odur ki, mən onlardan səs istəyirəm və zaman heç bir zaman istəmədiyim bir şey istəyəcəm sizdən. Sizdən SMS gözləyirəm, səs gözləyirəm ki, mən bu reality showda qalım, hələ çox şey görmək istəyirəm burada. Görüm axır necə olur. Maraqlı olsun. Əlikrəm, mən düşünürəm ki, bizim tamaşaçılar düşünür, eşitdiyi sözləri və bu reklam fasiləsi ərzində səs verəcəklər. Gəlin baxaq, səslər reklamdan sonra necə paylanacaq? Ola bilsin ki, həll edici səs faizləri görəcəyik. Gəlin baxaq. İdeal parfüm və kosmetika mağazaları şəbəkəsi artıq 10 ildir ki, öz dəyərli müştərilərinə xidmət edir. Bir-birindən gözəl, nəfis tərtibatlı 6 mağazasında dünyanın bir çox məşhur brendlərinin məhsulları təklif olunur. Artıq onlarla brendin Azərbaycanda yeganə distributordur və bu ildə bir o qədər də brendin Azərbaycanda rəsmi distributoru olmağa hazırlaşır İdeal. Mağazalarda müştərilər göstərilən yüksək xidmət səviyyəsi və bunun nəticəsi kimi alınan müştəri məmnuniyyəti İdealın irəliyə doğru addımlamasından xəbər verir. Necə deyirlər, əsas olan gözəl olandır. Gözəl olan isə təbii ki, İdealdır. İdeala dərin təşəkkürlər və bir daha xatırladıram ki, 20 sentyabr tarixində biz sizinlə birlikdə İdealın Ağa Neymətullah Kəsi 42 ünvanında yerləşən dükanına gedəcəyik. Biz iştirakçılarla orada olacaq, sizi də dəvət edirik. Siz də İdealdan bu müddət ərzində bu Ramazan bayramı günlərində 19-u, 20-si, 21-i və 22-si tarixində olan 20% endirimlər, xüsusi 20% endirimlər və hədiyyələr kampanyasına qatılın. Biz də, siz də İdealdayıq. Ora gəlin və biz sizi orada gözləyəcəyik. Mütləq. Minnətdarımızı bildiririk və xatırladım ki, şoumuzun baş sponsoru Bank of Azərbaycan və Qaran Sığorta şirkətidir. Bu iki qurum işi nəticəsində şoumuz gerçəkləşdi və mən öz dərin təşəkkürümü bildirəm Bank of Azərbaycan rəhbərliyinə, Qaran Sığorta rəhbərliyinə. Çox sağ olsunlar, işləri həmişə uğurlu olsun, həmişə lider olsunlar. Minnətdarıq. Növbəti video süjeti xahiş edirəm diqqətlə izləyək. Bizim iştirakçılar həyatlarında baş verən acı günlərdən danışdılar. Hər bir şəxsin, hətta hər zaman deyib gülən, parıldayan ulduzların da həyatında acı günlər olur. Onlar haqqında iştirakçılar bölüşdülər. Gəlin baxaq. 7-ci sinifdən sahələrdə çalışmışam. Pambıq sahəsində çalışmışam. Və buna çox sevinmişəm ki, mən öz zəhmətimlə azdan çoxdan uşaqlıq illərində görmüşəm. Qazandığımı da hər dəfə gəlib lotereya oyununa verirdim. Çünki eşidirdim ki, qonşu kətdə kimsə maşınıdır. Mən düz 7 il lotereya aldım, hər dəfə anamı çağırdım ki, mən mütləq udacam. O vaxtda kommunist qəzeti var idi, yadınıza gəlir, gəlmir. Bir də Gənclik qəzetində çıxırdı. Ağacın altında o əyləşə kimi anamı çağırdım. Ana gəl, bu dəfə udacam. 5 dəfə, 6 dəfə, 10 dəfə, 20 dəfə. Axırda anam təndir salanda qışqırdım ki, yenə lotereya almışam, gəl, anam gəlmədi. Dedi, sənin bu oyunlarda şansın yoxdur. Amma Allah'a min şükürlər olsun ki, Allah mənə şans verdi. Əsgərlikdən getdim, gəldim, Politexnik Institutuna qəbul oldum. Sonra zaman həyatımız gözəlləşdi, özüm müğənni oldum. Ən mənə pis təsir edən bir şey bilirsiniz nədir? Uşaq yaşında itirəndə o hissi elə də hiss eləmirsən, mən atamı itirmişəm. Amma artıq böyük olanda o ki, valideyn itirirsən, o daha səhət təsirli olur. Və təsəvvür edin ki, mənim atam 3 gün can verdi. O insan o qədər ürəyə möhkəm idi ki, 3 gün o insan can verdi və 3 gündən sonra o insan mənim əllərimdə can verib rəhmətə getdi. Mən o hiss, o nə bilim, o səhnəni heç vaxt unuda bilmərəm həyatı boyu. Həyatımda ikinci bir udar, ikinci bir zərbə mənə atamın ölümü oldu. Yəni 2 dənə ağır gün yaşamışamsa, onun bir də öz atamı itirməyim olub. Ən acı günüm olub ki, mən öz atamı itirəndə mən məktəbi qurtarmışdım. O doğrudan da
sən evə birdən gəldin, o evdə öbür adamı görmək, birdən sən neçə günlər o həmin o atmosfer o da evdə qalır, sonra birdən o qışqırtı zat. Mən boynumu alam, çox qorxmuşdum. Sonradan mən başa düşdüm ki, yəni doğrudan da valideyn yanımda olmamaq. Sonra mənim mamam çox çətinlik çəkdi. Mama bizi böyüdən də çox çətinlik çəkdi. Və elə bir ki, yəni mama bizim üçün həm ata oldu, həm ana oldu. 11 yaşım olanda mən atamı itirmişəm. O vaxtı İstəyirdim biraz çörək pulu qazanım, yəni işləyim, özüm pul qazanım bir kişi kimi. qulaq asarım. Yəni belə bir o vaxtı fikir, o vaxtı bu restoranlar var idi, toylar məsələn getmək var idi. Mənim də skripka alətim yox idi. Və imkanımız da elə də ailədə olur da elə vəziyyət ki, imkan olmur məsələn nəyisə almağa, dəyişməyə və yaxud evdən müəyyən bir əşyanı satdılar valideynlərim, mənim üçün skripka aləti aldılar. Və bir dəfə adını çəkməyəcəm, müəyyən bir restoranda müəyyən səbəb ücbatından mənim alətim sındı. Və bu acınacaqlı günü mən istəmədim evdəkilər bilsin. Mən qəbul oldum universitetə. Ən ağırı ondaydı ki, mən sumkamı götürüb paltarlarımı gəldim Bakıda avtovağzada düşdüm. Mən bilmirdim hara gedim, kimin qapısına gedim də, harada qalacağam, necə olacaq. Mən səhər dərsə hardan gedəcəm, kimin evindən gedəcəm. Və yaxud da mənim o əynim, başım, onlar şeyləndən sonra onu kim yuyacaq, necə olacaq. Elə evdə də hamının fikri qalmışdı ki, necə deyirəm, mən gedim də görüm nə olur. Mən Bakıda avtovağzada düşəndə o sumkamla elə baxırdım o tarafa, bu tarafa, nə boyda şəhər. İndiki pulla 40 manata bir ev tutduq. Demək olar ki, o 500 manata balada paskanın içində 500-dən köhnə 500 manatda, indiki elə bir 10 qəpikdə suplar vardı. 2 il o supdan yemişəm. Hamd olsun Allaha. Çox vaxtı da universitetə ayaqla yeyib gəlirdim. Tezdən çıxırdım. Ayaqla gedirdim, gəlirdim. Ata əzizdir, əzizimdən mənim. Son mağamda öpdü üzümdən mənim. Həyat tamam düşdü gözümdən mənim. Məni öləkdim kaş ata qarşısında. Onu bizə rəhbər buyurub ilahi. Hamımız əgək baş ata qarşısında. Allah cəmaatlara rəhmət etsin. Bu da bu. Bu da maşında baş verən hadisələr. Xanımlar, bu süjetlər, mən uşaqlara dərin təşəkkürümü bildirirəm bizim redaktorlarımıza. Tural Sevdimalı uşaqlar, hər birinizə təşəkkürlərimizi bildirirəm. Ona görə ki, bu süjetlər sizi ağlatmaq üçün yox, sadəcə bizim iştirakçılarımızı daha yaxından tanımaq üçün həyata keçilir. Bunlar ona görə çəkilir və bu söhbətlər mən sadəcə istəyirəm ki, hər biriniz biləsiniz ki, bu insanlar bu maşın ətrafında dayanmaq üçün müəyyən çətinliklərdən keçiblər. Və çox böyük uğurlar əldə ediblər öz sahəsi üçün. Əkrəm Bayramov, yaxınlaş mənim yanıma. Bu sonuncu nəticəni xahiş edirəm, biz çatdıraq iştirakçılarımıza. 48,81% qalsın deyir, geçsin deyənlər 51,19%. Səs verən tamaşaçı. Və bu arada bir xatırlamam da var ki, artıq Azərbaycanda fəaliyyət göstərən, paytaxtda fəaliyyət göstərən çox gözəl bir humoristik bir şou var. Bu şounun adı Made in Baku'dur. Bu Made in Baku şousunun növbəti artıq görüşü 25 sentyabr tarixində Bakı Əyləncə Mərkəzinin Eliza zalında keçiləcək. Stand-up comedy janrının ən böyük ulduzları oradadır. Bütün Bamont orada olacaq və biz də sizi 225-72 nömrəsindən əl telefonlardan 0
0050 ilə o nömrəyə zəng vurub ətraflı məlumat almaq üçün dəvət edirik. Made in Baku 25 sentyabrda Eliza zalında. Səs vermənin gedişatı, monitorlar zalda söndürülsün. Səs vermənin gedişatı, diqqət ekranlara. Siz hörmətli tamaşaçılar, biz isə artıq baxmırıq. Xanımlar, canımlar, mənim xüsusi minnətdarlığım var. Sonuncu minnətdarlığı bu şou ərzində. Bugün şoumuzda Emilənd Modalar Evinə 3w.emilənd.az internet saytına müraciət etsəniz, Hikmət Hüseynovun yaratdığı bu geyim əsərlərindən daha yaxından tanış olacaqsınız. Füzuli küçəsi 63 Emilənd. Təşəkkürlər. Bütün uşaqlara təşəkkürlər. Başda Hikmət Hüseynov olmaqla. Mənim hər gün geyimlərim Emiləndəndir. Made in Azərbaycandandır. Çox sağ olun. Nəticələr hazırlanır və nəticələr gedişatı artıq gedişatını stop demək olar ki, bir neçə saniyə qaldı. Stop. Stop deyə bilərəm. Stop və səslər toplanır. Səslər toplanır. Gün ərzində Əlikiram Bayramovun ünvanına gələn səslər də əlavə olunur. Onu da xatırladım ki, onlar da az deyil. Digər iştirakçılardan ən çox gün ərzində səs toplayan hazırdır. Hazır nəticələr. Şoumuzun sonuna çox az vaxt qalıb. Diqqət ekranlara. Yaxın dayanın. Diqqət ekrana. Əlikiram Bayramov qalır, gedir. Qalır. 53'ten %99% qalsın. 46 %1% geçsin. Azdı geçsin diyenler. Qalır. Əlikiram, təbrik edirəm. Qalırsan, sənin seçimin. Vaxtımız çox azdır. Sadəcə seçim ondan ibarətdir ki, mənim evimə, yəni yaşadığımız olimpik yaşadığımız yerə gəlib gedən adam, otelə, olimpik otelə gedən adam bir Rüfət olub. Rüfət də mənim 7 ildir qapı qonşum olub. Mən bilirdim ki, Rüfət çıxıbsa ardı sürə onun hədəfi mən idim. Ad. Ad. Fərid bəy. Çox. Yaxınlaşın. Yaxınlaşın maçdan. Yaxınlaş Fərid bəy. Fərid bəy. Yek gəlmə. Maşın əldən getdim. Sağ ol. Maşın əldən getdi Fərid bəy Kərimov üçün. Fərid bəy Kərimov heç kimlə sağollaşmadan getdi. Sabah 22:00-dan mən sizlə salamlaşacağım. Fərid bəy, siz maşında salamlaşacağım.